Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyicilərimiz. Bugün 26 oktyabr tarixində OTK nəşrlərinin blok fənlər üzrə birinci sınaq imtahanı baş tutdu. Biz bugün sizlə e, birinci blok fənlərindən riyaziyyat fənninin sual izahlarına baxacağıq. Bu videomuzda tək deyiləm, tələbəmiz əvvəlki illərdə bizlə bir yerdə hazırlaşmış və bizim yolumuzla, izimizlə davam edən bir tələbəmiz var, Güləndam İsmayıllı. Güləndam, salam, necəsən? Salam müəllim, yaxşıyam. Siz necəsiz? Sağ ol, çox sağ ol, yaxşı olasan. Güləndam, neçə il əvvəl hazırlaşmışdıq? Güləndam, sənin ilk informatika qəbulunda siz imtahan 2023-də vermişdiniz də, keçmişdim, değil mi? səhv eləmirəmsə, Bəli, 2023-cü il idi. bəli, bəli. Aha, hə, lap yaxşı. Güləndam hal-hazırda Pedaqoji Universitetin riyaziyyat və informatika ixtisası üzrə, müəllimlik ixtisası üzrə təhsil alır. Ona təhsil həyatında uğurlar arzuluyuruq. Və Çox sağ olun. Güləndam da hal-hazırda bu istiqamətdə öz işini davam elətdirmək istəyir. Ona görə də Güləndam ə, hal-hazırda hazırlıq qruplarına qeydiyyatı açıbdır. Bildiyim qədərilə düzdür Güləndam? Bəli, müəllim, elədir. Aha, sənə xeyirli olsun deyirəm, uğur arzulayıram. İnşallah ki, fəaliyyətin xeyirli, uğurlu olar. Sənə bol Çox sağ tələbə və olun. bol yüksək nəticələr arzulayıram. İstəyirsənsə İnşallah. məlumatlarını, əlaqə məlumatlarını səsləndir. Ə, tələbələr ola bilər videonu izləyənlər bu videodan sonra səndən əlaqə saxlamaq istəsin. Xeyirlisi ilə inşallah Başlayıram ki. müəllim. Buyur. Dərslərimiz həm əyani, həm də onlayn şəkildə olacaq. Ərazi Neftçilər metrosu ətrafındadır. Ə, Əlaqə nömrəsini deyim, əlaqə saxlamaq istəyənlər yaza bilər. Buyur. 077 315 46 61. 315 46 61 nömrəsi ilə əlaqə saxlayaraq Güləndam müəllimənin dərslərinə qatıla bilərsiniz. Xeyirli olsun inşallah bir daha. Çox İnşallah sağ ki, olun xeyirli müəllim. uğurlu olar. Fəaliyyətində uğurlar arzulayıram. Çox sağ İndi olun. isə aha, lap yaxşı. İndi isə başlayaq sual izahlarımıza. Sual izahlarında görək nə var, nə yox. Ümumi nə düşünürsən sınaq haqqında Güləndam? Sınaq Səncə məncə necə çox da sınaq idi? çətin deyil. Hı Səviyyəsi hı. orta səviyyəli sınaqdır. Hı Yaxşı hı. suallar var içərisində, həm də rahat suallardır məncə. Topluya uyğun suallardır ən əsası da. Aha, topluluğu ekvivalentində olan suallardır. Lap yaxşı. Bəli. Deməli belə. Başlayaq. Birinci sualımızdan başlayaq. Deyir ki, A həqiqi ədədi üçün 43 çıxılsın A kvadrat plus 2 kub ifadəsinin ən böyük qiymətini tapın. Nə edə bilərik burada? Burada ifadənin ən böyük qiymətini istəyir bizdən. İfadənin ən böyük qiymətini tapmaq üçün ifadəyə baxsaq, mötərizənin içərisindəki ifadənin ən kiçik qiymətini tapmalıyıq. Çünki burada fərq əməli var, çıxma əməli var. A kvadratı plus 2-nin kubu verilib bizə. Mötərizənin daxilindəki ifadənin ən kiçik qiymətini tapmaq istəsək, baxarıq ki, biz A-nı yenə mənfi ədəddə qoysaq, yenə müsbət ədəd çıxacaq A-nın kvadratı olduğu üçün. Yəni ən kiçik qiyməti tapa bilməyəcəyik. Yəni ən yaxşı halda ən kiçik qiyməti tapmaq üçün A-nı yerinə 0 qoymalıyıq. A kvadratda ən kiçik qiymətini almalıdır. Burada da 0 alacaq. A-nın yerinə 0 qoysaq, A kvadrat plus 2 bərabərdir. 0 üstə gəlsin 2. 0, 2 olacaq. 2-nin kubu 8. 43-dən də 8-i çıxacaq. Cavab eləyəcək 35. Aha, əla. B. Birinci sualımızın cavabı olacaq D variantı. Doğrudur. Yaxşı izah idi. Təşəkkür eləyirəm. İkinci sual haqqında nə deyə bilərik? İkinci sualda bizə deyir ki, 2025 çıxılsın kök altında 130 ədədinin kəsr hissəsini tapın. Bilirik ki, ədədin kəsr hissəsini tapmaq üçün ədədin tam hissəsini tapırıq. Bu bizim üçün daha rahatdır və ədədin özündən tam hissəsini çıxıb kəsr hissəsini tapa bilərik. Ədədin tam hissəsini tapmaq istəyəndə kök altında 130 ədədindən təqribi hansı ədəd çıxar? Birinci ona baxmalıyıq. Kök altında 130, kök altında 121 ilə kök altında 144-ün arasında yerləşir. Buradan da təqribi 11 tam neçəsə çıxacaq. Aha. Aha. 11 tam neçəsə çıxacaq və 2025-dən də 11 tam o neçəsən çıxanda təqribi bizim cavabımız olacaq 2014. 13. 2014 təqribi götürəcəyik. 2013 tam neçəsə də yəqin ki.
Aha, tam neçəsən yazmamışam. 2013 tam neçəsi olacaq cavabımız. Hı. Yəni burada Buradan da bu tam ifadəni hissəni, bəli, aha, tam hissəni 2013-də qeyd eləyəcəyik. aha, sonra nə edəcəyik? Daha sonra keçək kəsr hissəyə. Kəsr hissəni də tapmaq üçün qaydamız belə idi ki, ədədin özündən tam hissəni çıxacağıq. Ədəd bizə verilib 2025 çıxılsın kök altında 130. Bundan da çıxacağıq 2013-ü, yəni kəsr hissəni, daha doğrusu tam hissəni. Aha. Burada da cavabımız eləyəcək 12 çıxılsın kök altında 130. Bu da bizim kəsr hissəmiz, yəni cavab A variantı olacaq. Hı, maraqlı izah idi. Üçüncü sual haqqında nə deyə bilərik? Üçüncü sual topluda da çox verilmiş suallardandır. A və B çoxluqları üçün NA-nı bizə 36, NB-ni 39, NAB fərqini isə 18 verir. Bizdən isə NBA fərqini istəyir. Burada daha çox Venn diaqramlarını çəkib işləsək bizim üçün daha rahat olar. Hı, yəni NA və rahatsız olabilir. NB-ni qeyd edirik. Hı hı. Ə, Bu A çoxluğu NA-nı olsun, bu da bizə B çoxluğu. ayrıca 36 verib. Yəni Hı hı. A dairəsi ayrıca 36-dır bütünlükdə və NB-ni də bizə 39 verir. B Hı çoxluğu hı. da bütünlükdə 39-dur. NA B fərqini isə 18 verib. Yəni A çoxluğundan B çoxluğunu çıxanda təkcə A-ya nə qalırsa, onu bizə 18 verib. Müəllimin də Yəni işarə bu elədiyi kimi. ştriklənmiş hissə 18 olacaq da. Bəli, Doğru? 18. Bəli. Aha. A çoxluğunu ümumilikdə 36 veribsə, yalnız A-ya qalan hissəni biz çıxdıq 18. 36-dan 18-in çıxanda qalacaq 18. Yəni A ilə B-nin kəsişmə hissəsinə 18 qalır. Hı hı. A-nın geri qalan hissəsinə. Və bizə B çoxluğunu ümumilikdə 39 verib. Biz də A ilə B hissəsinin kəsişmə hissəsini tapdıq ki, 18-dir. Təkcə B hissəsini tapmaq istəsək, yəni BA fərqini tapmaq istəsək, bizdən soruşulan Yəni hissəni, bu qırmızı ştrixli hissəni soruşur da bizdən, düzdürmü? bəli, qırmızı Hı. ştrixlənmiş hissəni tapmaq istəsək, 39-dan 18-i çıxacağıq. Burada da cavab eləyəcək 21. Yəni A bəndi. Bəli. Maraqlı idi. Baxırıq növbəti sualımıza. Keçək 4-cü Növbəti sualımıza. sualda, aha, hesablama tipli bir sualdır. Bəli, Hı hesablama tiplidir. Birinci bizə hasil verib, daha sonra davamında fərqləri verib. hı. Düzgün olmayan kəsrlər, qarışıq kəsrləri düzgün olmayan kəsrlərə çevirək. 2,3/1 verib və 4,7/2 verib. Hı. Bunu 3,5 şəklində yazaq, daha doğrusu 3,6 şəklində. Vurulsun 3'te 7, 3'te 6. 3,6. Qarışıq kəsirimizdir. Ee, 2,3/1-i çevirəcəyik. 3,7 məxrəci. olacaq. Aha. Bəli. Bu Tamam. mənim ilk Sonra səsli izahım olduğu üçün biraz həyəcanlıyam. Səhvlər olursa üzr həyəcanlanma başa istəyirəm. düşüləndə sən kifayət qədər potensiallısan, mən buna bələdəm. Sadəcə olur, mən də ilk dəfə videolar çəkəndə belə səhvlər buraxmışam YouTube-da. Sonra şərh bölmələrini mən həmişə qeyd eləyirdim ki, burada səhvlərim var. Ümumiyyətlə, ə, belə deyək də, bu səhvlərin olması bizim nəyi bilib, nəyi bilmədiyimizi göstərmir. Yəni bu bilinir ki, hesablama texniki bir şeydir. Yəni burada o qədər də sıxıntı yoxdur. Ona görə çalış maksimum dərəcədə video falan çəkəndə, eləyəndə həyəcanlanmayasan. Bir müəllim tövsiyəsi daha. Aha, sonra Başdan nə bəli. eləyək? Digər kəsrimizi də düzgün olmayan kəsrə çevirək. 4-ü 7-yə vurub üzərinə 2 gələcək. Bu da eləyəcək 30. Aha, Misalın davamını yazsaq, burada da sadələşdirə bilərik. 7-lər onsuz da ixtisar olunacaq. 3-ün onsuz da ixtisar gedib yuxarı hissədə 10 qalacaq sürətdə. tamam. Daha sonra mənfini kənara çıxardıb 3,38-də 25 üstəgəlsin 4,38-də 33 yaza bilərik. Bunları toplayaq. Məxrəclər eynidir. Tamla tam toplayacağıq, sürətləri də toplayacağıq. Burada da Hı, olacaq 10 çıxılsın 7,38-də 58. Bəli. hı, hı, 38 ilə 58 bizə ixtisar getsə, e, hı, aşağıda 19 qalacaq, yuxarıda da 29 qalır, bəli. hı. 19-da 29. Bu 19-da 29 kəsrində biz yaza bilərik 1,19-da 10 kimi.
O tamlar Hı da toplanacaq. 10 çıxılsın 8 tam 19-da 10. -hı. Bunda Ee, 9 tam 19 kimi göstərmək olar yəqin ki. bəli, yenə tamdan tamı çıxacaq. Qalacaq 1 tam 19-da 9. Hı -hı. Bu da eləyir B B variantı. variantında var. Tamam, əla. Baxırıq növbəti sualımıza. Növbəti Nə deyir sual burada? topluda da çox verilən suallardandır. Uşaqların çox yaxşı bələd olduğu suallardan. 180 ədədini 3, 4, 6 ədədləri ilə tərs mütənasib hissələrə böldükdə alınan ən kiçik ədədi tapın deyir. Biz bilirik ki, əgər mütənasib hissələrə bölsəydi 3K, 4K, 6K deyə adlandırıb bu ədədləri toplayıb 180-ə bərabər eləyəcəkdik. Ancaq tərs mütənasib dediyi üçün üstə 1K, üstə gəlsin 4də 1K, üstə gəlsin adda 1K cəm şəklində yazacağıq və 180-ə bərabər eləyəcəyik. Daha Hı sonra bu -hı. kəsrləri toplayıb 180-ə bərabər eləyirik. Yəqin ki, ortaq Ortaq məxrəcə məxrəcə gətirərik bunları. gətirəcəyik. Ortaq məxrəc hər üçünə bölünən 12-dir. Hı -hı. Yuxarıda da alınacaq 4 üstə gəlsin, 3 üstə gəlsin, 2K bərabərdir 180-ə. Hı -hı. Bu da eləyir 9K bölünsün 12 bərabərdir 180-ə. Oradan da K çıxır 240. Yəni Və 180-i bizdə bölürük 12-də 9-a, vururuq 9-da 12-yə də. bəli. 240. Tamam. Aha. Daha sonra bizdə deyir ki, alınan ən kiçik ədədi tapın. Biz də bilirik ki, burada üstdə 1K, 4də 1K və altda 1K deyə adlandırmışıq ədədləri. Ən kiçik ədədi tapmaq üçün burada təbii ki, altda 1K-ya baxmalıyıq. Altda 1-i vuracağıq 240-a, oradan da cavab çıxacaq 40. Və yaxud da bir yerinə qoyub ədədləri tapıb 80, 60, 40 deyə tapacağıq. Ən kiçik ədədi soruşur bizdən, o da 40 olacaq. Tamam. Əla. Ümumiyyətlə, uşaqlara Ee, nə məsləhət görərsən hazırlıqla bağlı? Hazırlıq zamanı əsasən nələrə diqqət eləsinlər? Toplunu çox yaxşı işləsinlər. Çünki topludan kənar bir sual düşdüyünü düşünmürəm. Düşsə belə mürəkkəbləşdirilmiş versiyada, amma yenə də toplunu dəfələrlə işləsələr, rahatlıqla buraxılışda 20 sual yazacaqlar. Blokda da Olmalı yəqin ki. bəli, Hı blokda -hı. da biraz əlavə materiallar işləsələr və toplunu yaxşı bilsələr, həqiqətən topluya çox diqqət yetirsinlər. Çünki topludan kənar sual düşmür. Topluya bənzər Hmm. ya da biraz mürəkkəbləşdirilmiş versiyada düşür. Sənə bu dönəmdə çətin nə oldu? Yəni hazırlıq dönəmində. Yəni öz abituriyent təcrübələrimi paylaşmağını istəyirəm. Mənə çətin olan, mənim imtahanda ən böyük problemim vaxtı düzgün bölə bilməməyim idi. Yəni nə qədər yaxşı biləsiz, nə qədər yaxşı testləri həll eləyə biləsiz, vaxtı düzgün bölə bilməyəcəksinizsə əgər, orada çox böyük problemlər yaşanacaq. Ən böyük məsləhətim imtahanları tez-tez gedib vaxtı düzgün bölüşdürməyi öyrənmələrdir. Mən onda çox ciddi problem yaşamışdım. Suallara vaxtımı düzgün ayıra bilməmişdim deyə. İstədiyim nəticə də çox gəlməmişdi. Uşaqlara da tövsiyəm odur ki, ən başlıca testi düzgün şəkildə öyrənməyi bilsinlər, işləməyi bilsinlər. Texniki səhvlərə yol verməsinlər. Həm də ki, ən başlıca vaxtı düzgün bölüşdürə bilsinlər. Yəni bu həqiqətən önəmli bir məsələdir. Yəni, tam razıyam. Vaxt bölgüsü imtahanda əsas şərtlərdən biridir. 6-cı sual haqqında nə deyək? Mən 6-cı sual dəqiqə, hə. Bucaq AOB bərabərdir 140 dərəcəyə. Bucaq AOC bölünsün. Bucaq COB nisbətini verib bizə 3-ün 4-ə nisbəti kimi. Və OD şüası COB bucağının tənböləni olarsa, COB bucağının tənböləndirsə əgər OD şüası, onda bunu alfa-alfa deyə ayıra bilərik. Elə eləsək olarmı? Bu COB-ni 4 nisbət veribdirsə bizə, buranı 2K, buranı da 2K bölsək daha rahat olarmı? Olar təbii ki, olar. Hı hı. Ə, və bizə AOC bucağında 3K verib, onu da adlandıraq. Hı hı. AOD bucağının dərəcə ölçüsünü istəyir bizdən. Hı hı. AOB-ni ümumilikdə 140 dərəcə verib, onda K-ları toplayıb 140 dərəcəyə bərabər eləyə bilərik. 3K toplansın 2K, üstünə gəlsin 2K. O da eləyəcək 7K bərabərdir 140 dərəcəyə, K da bərabərdir 20 dərəcə olacaq. K-nı Hı hı. tapdıq. Geriyə qalır bizdən AOD bucağını istəyir. AOD bucağı 5K-ya bərabərdir. K-nı yerinə qoyacağıq. Bu da eləyəcək 100 dərəcə. Yəni cavab C variantı.
Ha, Bu da çox əla. rahat suallardan biri idi. Bəli, maraqlı və Hələ ki, rahat mən çox suallardan çətin biridir. sual görmürəm burada. Mhm. 7-ci sual haqqında nə deyir? Bir hədlinin qüvvət əmsalından neçə dəfə böyükdür? Bəli. Bu Mhm. tip suallar həm bir həddi şəklində verilə bilər, həm də çox həddi şəklində verilə bilər. Çox həddi şəklində də veriləndə bir həddilərdən qüvvəti ən böyük olanı götürəcəyik. Bunu da uşaqlar yəqin ki, bilir. Burada da Mhm. bizdə bir həddinin qüvvəti əmsalından neçə dəfə böyükdür deyir. Mhm. Qüvvətə yüksəldək ən birinci hamısını. 3 tam Düzgün, 3də 1. Bunu düzgün bəli, olmayan kəsrə çevirməliyik də yəqin ki, burada, eləmi? bəli düzgün olmayan kəsrə çevirək. Eee, Olsun 3-də 10. Bunu da lap belə də yazmaq olar da. Elə Bəlkə 81-də də birbaşa qüvvətə 10 üzəri yüksəldək. 4 kimi yazaq. Aha, tamam. Yazaq ki, 81 10 üzəri 4. Tamam. Sonra A A üzəri bilirik ki, A üzəri 8 üzəri 4. 8-i qüvvətin 4-ə qüvvət. vuracaq 32. Aha. Bəli. B üzəri 5-in üzərində 4, o da eləyəcək 20. Vurulsun. 10-da 3 üzəri 5. Bunu da birbaşa elə qüvvətə yüksəldək. 10 üzəri 5 10 və üzəri 5. 243 yazaq da bunu. 3 üstü 5 kimi. Tamam. Bəli, 243. A üzəri 5 vurulsun. B üzəri 3-ü 5-ə vuracağıq 15. Mhm. Aha. Sadələşdir. İxtisarlarımızı aparsaq. 10 üzəri 4 ilə 4 10 üzəri 5-i ixtisar eləsək, məxrəcdə 10 qalacaq. 81 ilə 243-ü də ixtisar eləsək, sürətdə qalacaq 3. Bəli, onda 3 vurulsun. Bilirik ki, A üzəri 32 vurulsun, A üzəri 5. Əsaslar eynidir, qüvvətləri toplayacağıq. 32-nin üstünə 5 gələcək. O da eləyəcək 37. Və B-nin də əsasları eynidir, qüvvətlərini toplayacağıq. 20-nin üstünə 15 gələcək. O da bərabərdir 10-da 3 vurulsun. A üzəri 37, B üzəri 35. Aha. Qüvvət nədir? Əmsal nədir? Bəs qüvvət əmsalından neçə dəfə böyükdür deyir? Burada bizə əmsalımız təbii ki 10-da 3-dür. Qüvvət Mhm. deyəndə isə üslər nəzərdə tutulur. Üslərini toplayacağıq. 37 plus 35. Bu da bizə verəcək 72 qüvvət. Mhm. Və bizə deyir ki, şərtdə qüvvəti əmsalından neçə dəfə böyükdür? Qüvvəti əmsala böləcəyik. 72 bölünsün 0.3. Bu da eləyəcək, yəni 720 bölünsün 3 deməkdir. O da 240-a bərabərdir. Maraqlıdır. Bəli, bu da qəşəng sualdır. Bəli, bəli. 8-ci sual haqqında nə deyək? 8-ci sual ifadənin sadələşdirilməsidir. Burada ə, ortaq vuruq çıxarmağı bilməliyik. Əslində çox bəsit suallardan biridir. Ortaq vuruğu çıxardandan sonra baxacağıq ki, mötərizənin içərisində verilən vuruqlar sürət və məxrəci eyni olacaq. Və Mhm. ixtisar olunub sadə bir cavab alacağıq. Yuxarıda baxsaq, hər 3 toplananda da olan vuruq x-dir. X-i mötərizə xaricinə çıxarsaq, qalacaq mötərizənin daxilində 5x, üstə gəlsin y, üstə gəlsin 1. Məxrəcdə də ortaq vuruq y-dir. Y-i çıxarsaq, y üstə gəlsin 5x, üstə gəlsin 1. Sadələşdir. Vuruqların yerləri dəyişik olsa da baxırıq ki, yuxarı və aşağı eynidir. Aha, Mötərizənin yəni bu daxilindəki mötərizələrimiz ifadələr. toplananların yeri dəyişib sadəcə. Eyni Bəli. toplananlardan təşkil olunub deyə bəli, ixtisar eləyə bilərik. Doğrudur. X bölünsün y. Cavabımız A variantı. Mhm. Əla. 9-cu sualda Ee, necə yazaq 9-cu sualı? 9-cu sualda bizə verib ki, A bərabərdir 24 vurulsun 10 üzəri 20 və B bərabərdir 5000 ədədlərinin hasilinin standart şəkildə yazılışında qiymətli hissə ilə tərtibin cəmini tapın. Biz bilirik Aha. ki, standart şəkildə yazılış m vurulsun 10 üzəri n kimi göstərilir. Burada bizə deyilən qiymətli hissə m-dir və m üçün belə bir şərt var ki, qiymətli hissə standart şəkildə yazılışda 1 və 10 arasında olmalı. Modulda m birin özünü də ala bilər, həmçinin onu da ala bilər. 1 və 10 arasında olmalıdır. Onun özünü Və ala bilər, tərtibi yoxsa soruşduqda isə n-i nəzərdə tutulur. Tərtibimiz ə, isə n. bir dənə bir şey dəqiqləşdirmək istəyirəm. Buyurun. Qiymətli hissə ədədin standart şəklində ondan kiçik olmalıdır, yoxsa onun özünü ala bilər? Ondan kiçik olmalıdır bildiyim Yəni qədərilə. mən bərabər şərtini onda burdan gələk silək də, eləmi? Aha, bəli. Aha. Sonra nə edək? Standart şəkli bildikdən sonra bizə deyir ki, AB hasilini istəyir də bizdən. Mhm.
A-nı B-yə vursaq, 24 vurulsun 10 üzəri 20 vurulsun 5000. 5000-i də 5 vurulsun 10 üzəri 3 kimi yazaq ki, bizə daha sadə olsun, rahat olsun. Tamam. 24-ü 5-ə vuranda eləyəcək 120. 120 vurulsun 10 üzəri 20 vurulsun 10 üzəri 3. Əsaslar eynidir, üzərləri toplanacaq 10 üzəri 23 olacaq yəni. Hı hı. Bunu da Aha. Biz yəqin ki AB bir anda. hasilini tapdıq. Bəli, indi bunu Aha. standart şəklə gətirməliyik. Çünki dedik, standart şəkildə M 1 ilə 10 arasında qiymət almalıdır. Standart şəklə gətirə bilməyimiz üçün. Bunda Hı biz 100-ə bölsək 1/2 düşəcək. hı. Hı. Onun 1/2 kvadratı. vurulsun 10 üzəri 2, bəli. Hı hı. Vurulsun 10 üzəri 23 olacaq. Aldığımız cavabda olduğu kimi. Bu da olacaq 1/2 vurulsun 10 üzəri 23 ilə 2-ni toplayacaq 25. Aha. Nə Və soruşurdu bizdən deyir bizdən? ki, qiymətli hissə ilə tərtibin cəmini tapın. Qiymətli hissə bayaq da dediyimiz kimi 1/2-dir. Tərtib hissə qüvvəti nəzərdə tutulur, yəni 25-dir. 25 ilə 1/2-ni toplayacaq 26,2, yəni B variantı. Aha. Əla. Çox aydın və Ə, səlis izah eləyirsən. Maşallah olsun. Çox sağ olun, məni var olasın. Davam eləyək 10-cu sualına. Onun sualda bizə verib A bərabərdir 60,4/3 və B bərabərdir 36,4/1. A və B-nin qiymətlərini verib və bizə ifadə verib. A kvadratı çıxılsın B kvadratı üstəgəlsin 6A üstəgəlsin 9 ifadəsinin qiymətini hesablayın deyir. Burada ilk Maraqlı baxışda A sualdır. kvadratı, bəli, çıxılsın B kvadratını uşaqlar açmağa cəhd eləyir. Amma Sonra burada da proses qiymətləri biraz yerinə uzanacaq qoymaq hər eləsin. istəyirlər yəqin ki. Bəli, onu da yoxlaya bilərlər. Amma fikir Ha, versək, bizə burada rahat bir ifadə verilib. A kvadratı 6A və 9. ha, Yəni bu əla. bizim bildiyimiz, öyrəşdiyimiz, əslində çox-çox tez-tez gördüyümüz ifadədir. Yəni A üstə gəlsin 3-ün mötərizə kvadratıdır. Bunu görsək, Aha. görə bilsək, ifadə daha rahat hala gələcək. Bəli, sizin də yazdığınız kimi A üstə gəlsin 3-ün mötərizə kvadratı çıxılsın B kvadratı. İndi bu ifadəyə A kvadratı çıxılsın B kvadratı kimi baxa bilərik. Yəni A üstə gəlsin 3 çıxılsın B vurulsun A üstə gəlsin 3 üstə gəlsin B. Hı -hı. Biz İndi kənarda qiymətləri yerinə A qoymaq ilə olar. B-nin cəmini tapıb, daha sonra da A ilə B-nin fərqini tapıb birbaşa yerinə qoyub daha rahat şəkildə yaza bilərik. Tamam, onda bir dəfə 60-dan 4-də 3-lə 36 Aha, tam 4-də 4də 1 1-i çıxsa, toplasaq. toplama Hə, eləyirsiniz. Tamam. tamam. Bu Fərqini. 97 eləyər yəqin ki. Bəli, E, 97. bir dəfə də çıxartdılar. Bir dəfə də çıxanda o da eləyir 24,4-də 2, yəni 24,2-də 1, o da 24,10-da 5 olacaq. Tamam, elə yazaq. So, burada Gətir. sadəcə gətirib yerinə qoymaq qalır bizə. A çıxılsın B-nin yerinə qoysaq 24,5 üstə gəlsin 3. Digər ifadədə də 97 üstə gəlsin 3. Bu da eləyəcək, bəli. 2750 cavabı C bəndi. Bəli. 10-cu sualda cavabımız C variantı. Əla. Bu da qəşəng sualdır. Sadəcə vaxt itkisi olmasın deyə uşaqlar onu qruplaşdırmaq Sadə, bilməlidir. bəli, adətən o tipli suallarda uşaqlar həmişə çalışır ki, qiyməti yerinə qoyub hesablasınlar. Təbii ki, müxtəsər vurma düsturuna hakim olmayanlar, amma müxtəsər vurma düsturları bilindikdən sonra, yəni bələd olduqdan sonra məsələ asanlaşır. Bəli, bəli. 11-i 11-ci necə sualda yazaq? bizə ədədləri müqayisə eləməyimizi istəyir. Ədədləri müqayisə eləyə bilmək üçün burada ya əsasları bir-birinə müqayisə eləyə bilməliyik, yəni eyniləşdirməliyik, ya da ki, qüvvətə eyniləşdirməliyik. Hı Burada -hı. baxsaq görərik ki, qüvvətə eyniləşdirmək bizim üçün daha rahat olacaq. Çünki hər üçünün ortaq böləni var. Hı -hı. Burada 25-dən istifadə edəcəyik biz. A bərabərdir 3 üzəri 100-ü. Bəlkə bunu 100-ü belə eləyək. 25, Hamısını 25-ə gətirək. bəli, 25-ə gətirəməz. Hə, onda tamam. Necə yazdım birincini? A bərabərdir 3 üzəri 100-ü. Elə bir 100-ü 25 vurulsun 4 kimi yazacağıq. Elə yazaq. 4 üzəri 25, bəli. Hı -hı. Bu da 81 üstü 25 deməkdir. Bəli. B-ni 2 üzəri 150-ni bunu da 150-ni yazacağıq. 25-ə bölərik. 6 düşər. 6 vurulsun 25 kimi, bəli. Hı -hı. Biri 6-nı 25-ə vursaq, onsuz da 150-ni alacağıq. Yəni ifadə dəyişməmiş olur.
Ha, bu 24 yox, 25'dir. müəllim, 25. Bəli. Aha, bəli, bəli. Sonra üzrə hesab eləyək. Üçüncü də elə Ə, 49 üzəri 25'dir. Bəli, o da olduğu kimi qalır. Qüvvətləri Aha. bərabərləşdiyimizə görə bizim üçün müqayisə eləmək indi daha rahat olacaq. Hı Əsaslara hı. baxsaq, 81, 64 və 49. Təbii ki, A böyükdür B-dən, o da böyükdür C-dən olacaq və yaxud da tam B tərsi C kiçikdir. kiçikdir B-dən, o da kiçikdir A-dan. Yəni Y variantı doğru cavab olacaq. Hı hı. Əla. 12-ci sual. 12-ci sualda. Bu tipli suallarda uşaqlar əsasən variantla getməyi tərcih edirlər. Hı hı. Əslində rahat suallardandır. Bunun daha mürəkkəb versiyaları da var, amma burada rahat sual istifadə olunub. Birinci hissəyə baxsaq, bayaqkı Hı hı. sualımıza biraz oxşardır əslində bu. Sadəcə A-nın bir hissəsini verib. Yəni A ilə B kəsişməsini çıxıb oradan. Bu da nə demək idi? A ilə B-nin fərqi demək idi. Bu hissə ona uyğun gəlir, bəli. A ilə B-nin fərqi birləşsin. Təbii ki, bu iki ayrı hissəni biz birləşdirməliyik. Digər Hı hissəyə hı. baxsaq, B ilə C-nin kəsişməsidir. Bu da ən rahat bildiyimiz, uşaqların çox rahatlıqla yaza biləcəyi bir şeydir. Yəni Birləşsin B ilə bunlarla C-nin kəsişməsi. Burada da aha, variant Y variantına uyğun gəlir. Doğru cavab Y variantı olacaq. bəli, doğrudur. 13-cü sual. Nə deyir biz 13-cü sualda? MNK üçbucağında MP tən bölən MN 12, NK 18 verilənləri qeyd eləsək MN və MK-nı 12'dir. ümumilikdə bəli, NK 18'dir. Aha. MK da bütövlükdə 20'dir. bəli və bizə şərt verir ki, MP tən böləndir. Aha. Biz burada MP-nin uzunluğunu istəyir. Biz burada bilməliyik MP tən bölən xassəsindən istifadə edəcəyik. Bucaqda tən Hı bölənin xassəsindən. Bilirik ki, üçbucaqda çəkilmiş tən bölən tərəflərin nisbətini bir-birinə bərabər şəkildə bölür. hı. MP-yə biz Hı. x desək, PK hissəsinə 20 minus x qalacaq bilirik ki, çünki MK ümumilikdə 20-dir. Mütənasib hissələr Burada tən ayırdığına görə. bölənin xassəsindən istifadə eləsək, 12-nin Hı x-a nisbəti bərabər olacaq 18-in 20 minus x-a nisbəti. 12 ilə hı. 18-i burada ixtisar eləsək, sadələşdirmə niyyətinə 2 və bəli 3 qalacaq. 3x bərabərdir 40 çıxılsın 2x-a. O da eləyəcək 5x bərabərdir 40-a, x də bərabərdir 8-ə və bizdən MP-nin uzunluğunu istəyir. Buna diqqət edin. Sizdən PK-nın da uzunluğunu istəyə bilər. Birbaşa 8 yazmayın. 20-dən 8-i çıxma, onda 12 yazardıq cavabı. Amma bizdən EP-nin uzunluğunu istəyir. Yəni 8 Y bəndi. Hı hı. Əla. Keçək növbəti suala, 14-cü sualımız. Kökaltı ifadələrdən qurulmuş bir sualdır. Burada 5 kök altında 32x kubu. Bu ifadədə fikir versək, kök altındakı ifadələri biz biraz sadələşdirməliyik. Hər ikisində kök altında x kubu var və ortaq Necə vuruqlar var. sadələşdirək 32 onda? var, 18 var və 50 var. Hı 32-ni hı. biz 16 vurulsun 2 kimi yaza bilərik və 16-dan kök altında 4 çıxacaq. Hər x kublarına dəymirəm, hər üçündə də o ortaq qalsın. 18-i 9 vurulsun 2 kimi yazaq və 50-ni də 25 vurulsun 2 kimi yazacağıq. Burada məqsəd kökaltı ifadəni sadələşdirməkdir. Yəni kök altından çıxardıq nə isə. Hı hı. Birinci ifadədə olacaq 20 vurulsun 2x kubu kök altında. Bəli, müəllimin yazdığı kimi 3 vurulsun kök altında 2x kubu çıxılsın 25-dən də 5 çıxacaq. 5 vurulsun kök altında 2x kubu. Kökaltı ifadələr eynidir, onlara dəymirik. Əmsallar üzərində işləyək. 20 üstə gəlsin 3, 23, 23-dən də 5-in çıxanda eləyəcək 18 kök altında 2x kubu. Hı. Burada X indi kubunu da fikir çıxardıqdır versək x deyəsən. kubunda, bəli. X kubunda x vurulsun x kvadratı kimi yazacağıq kökün altında. Və x kvadratı kökün altından x kimi çıxacaq bilirik ki, 18x kök altında 2x qalacaq. Doğru cavab A variantı. Hı hı. 15-ci sualda nə deyir? 15-ci sual çox topluda bu tipli sual yoxdur, amma yəni bildiyimiz şeylərdir, bəsit sualdır əslində. Hı hı. 32-dən kiçik 3-ə bölünən natural ədədlər çoxluğu üçün hansı təşriflər doğrudur? Təşrif suallarından biridir. Hı hı. 32-dən kiçik. Biz bu ədədə M deyək. M 32-dən kiçik olmalıdır. Hı hı. Şərti qeyd eləsək, həm də 3-ə tam bölünməlidir. Yəni qalıq sıfır olmalıdır.
Bir Natural dənə ədəddə zədət olmasa M 32-dən kiçikdir 32 yaza bilərsiniz və M daxil olmalıdır natural ədədlər çoxluğuna. Bəli. 32-dən kiçik və 3-ə tam bölünən ədədləri qeyd eləsək, 3, 6, 9, 12, 15, 18, 21, 24, 27 və 30. 32-yə qədər olmalıdır, çünki 32-dən kiçikdir. Ədədləri qeyd elədikdən sonra birinci şərti birinci şərtdə bizə deyir ki, ədədi ortası 18-dir. Ədədi ortanı tapmaq üçün burada saysaq neçə ədəd aldıq, biz neçə rəqəm aldıq? 10 dənə səhv 10 dənə, eləmirəmsə. 1, bəli. 2, 3, 10 Sayı dənə. qeyd eləsək, enə 10 qeyd eləsək, sayı 10-dur. Çünki biz bundan istifadə eləyəcəyik. Aha. Yəni 10 Və dənə belə bizə ədəd var. bəli. Və bizdən ədədi ortasının 18 olduğunu deyir. Bunun Məncə ədədi birinci bu ortasının moda ilə çıxa bilərik də. Modası yoxdur ifadəsi doğrudur. onunla Çünki çıxa bilərik, bəli. Moda mo təkrarlanma deməkdir riyaziyyatda. Hər hansı bir ədədin təkrarlanması. Burada bəli, təkrarlanan heç bir ədəd yoxdur. Yəni modası yoxdur ifadəsi doğrudur. bəli, ikini götürəcəyik. Ona görə D çıxdı, Ə, Y çıxdı. Baxaq indi görək bunların bəli. yanında hansı variantı götürə bilərik. İndi Medianı üçüncü ədədi ortasına soruşa da baxsın. bərabərdir. Bax burada ədədi ortanı hesablamaq biraz vaxt alır da. Bunu da məncə tez doğru və yaxud yanlış olduğunu düşünmək olar. Onsuz da biz Ə, sıranı artan sırada yazmışıq. bəli. Median, əgər elementlər cüt saydadırsa, ortadakı iki elementin Ortada ədədi qalan 2 ortasıdır. ədədin cəminin yarısına bərabər olacaq. Bəli. Aha, onda biz 1, 2, 3, 4, ortada qalan 2 dənə ədədimiz budur da, düzdürmü? Çünki bu tərəfə də Bəli, 4 dənə. 15 ilə 18-i toplayıb 2-yə böləcəyik. O da gecə 30 bölünsün 2, 16,5-ə bərabərdir. Yəni Aha, medianı 16,5. medianı 16,5-dir. Deməli, ə, Amma üçüncü şərti yoxlamaq üçün yenə ədədi ortanı yenə tapmalıyıq. ədəd Yəni biz ortanı bəli hesablamalıyıq. Bəli, 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 çox doğrudur. Ədəd İndi ortanı ədədi ortan hesablasaq, bəli, bunun hamısını toplamaq bizə əlverişsiz olar. Ədədi silsilədən istifadə eləyək. Bilirik ki, hı -hı. verilmiş ədədlərin ədədi silsiləni tapanda artım sırası ilə verilib də bizə. Birinci üstəgəl sonuncu, A1 üstəgəl Bölünsün 2, AN, vurulsun sayı. A1 bölünsün, üstəgəlsin AN, bəli, böl bölünsün 2 2 bu vurulsun N N. düsturundan istifadə edəcəyik. Əla. Aha, Bu 33-ü 2-yə düsturdan bölsək, istifadə edib, bəli, ilk n ədəd həddin cəmini tapacağıq. Daha sonra aha. ədədi ortanı tapmaq üçün həmin ədədlərin sayını təkrar böləcəyik, yəni 10-a Yəni böləcəyik. təzədən bir də ona bölməliyik də ədəd ortanı hesablamaq üçün. Elə Bəli, onda təbii onları ki. hesabləsək 16,5 alınar da. Bəli. Və buradan da çıxır ki, median və ədədi orta həqiqətən də bir-birinə bərabər imiş. Yəni üçüncü şərtimiz də doğruymuş, amma ədədi orta 18-ə bərabər deyil. Hı Bunu da -hı. gördük. Əla. Əla. Çox gözəl. Cavab A variantı. Bəli. Səncə riyaziyyat yaxşıdır, yoxsa informatikada biraz provokativ sual verim sənə? Mən informatikanı da çox sevirəm sayənizdə. Və həqiqətən universitetdə, yəni sizlə necə davam edirdimsə, universitetdə də elə davam edirəm. Həvəslə, maraqla, o Sənə şəkildə ən də maraqlı irəliləyirəm. sahə hansıdır? Yəni Ə, informatikanın bir alt qolu olaraq. informatikanın alt qolu olaraq Yəni soruşursunuz. informatikada ümumiyyətlə də IT sahə biraz geniş sahədir. Bunların Bəli. içərisində sən məsələn sırf özünə informatika yönümlü bir sahə seçsəydin, hansı sahə üzrə yönələrdin? Hansı sahə üzrə yönələrdimi bilmirəm, amma mənə maraqlı gələn hissə süni intellekt hissəsi dəhşət maraqlı gəlir və bizə müəllim hazırda layihə verib, onun üzərində araşdırmalar edirik. O qədər Aa, yeniliklər var ki, ən son oxuduğum məqalədə xarici məqalələrdən araşdırmalar edirik müəllim. ha, Birində düşünün hazırda insanın insan üzərində baş verən prosesləri bioloji olaraq kompüterə köçürmək istəyirlər. Yəni insanın DNAsından istifadə edib, hüceyrələrindən istifadə edib, bundan yaddaş arxivi kimi istifadə etmək istəyirlər. Daha az yer tutsun, daha həcmli, daha çox məlumat tutsun. O qədər maraqlı çox şeylər var ki, maraqlı. yeniliklər var Hə, ki. o neyron şəbəkələrin ə, Eynən müəllim. insanın düşüncə tərzi kimi bir süni intellekt formalaşdırmaq istəyirlər. Həm insanın düşüncə tərzi kimi, həm də bildiyimiz insan hüceyrələrindən istifadə edib biokompüter yaratmağa çalışırlar. Yəni Aa, bildiyimiz insanı kompüter üzərinə köçürdürlər də ikinci bir insan yaradacaqlar kimi.
Ha, Və bu bunun üzərində hazırda şey işləyirlər Marvel'in filmlərinə oxşadı. Orada bir müəllim. personajın adı Burada da yadımdan çıxıb. yeniliklər var ki, çox maraqlıdır həqiqətən. Buradan uşaqlara da Əla. maraqlı olsa məqalələrdən araşdırıb baxa bilərlər. Əla. Sənə bu araşdırmanda da uğur arzulayıram. İnşallah ki, yaxşı nəticələr əldə edərsən. Ümumiyyətlə, süni intellekt həm günümüzün, həm də gələcəyin belə deyək də qaçılmaz gerçəkliyidir. Yəni ümumiyyətlə informatika sahəsi artıq real həyatın qaçılmaz hissəsidir. Biraz düzdür, orta məktəblərdə bu keçmişlə əlaqəli olaraq dırnaqarası yanaşılıbdır bu fənnə, amma hal-hazırda bugünün tələbi bunu öyrənməkdir. Ona görə də Eynən, buradan nə çox deyirik? sevinirəm ki, hazırda tələbələrlə bir yerdə müəllimlər də özünü inkişaf elətdirməyə başlayıb bu sahə üzrə. Düzdür, düzdür. Bax, məsələn, mənim tanıdığım universitetdə dərs deyən müəllimlər var. Ə, həmin müəllimlər özləri a- belə deyək də aktiv şəkildə istifadə eləyirlər. O müəllimlərdən ola bilsin ki, sənə dərs deyən müəllimlər də var. Ola bilsin. Misal üçün yaşları kifayət qədər çox olsa da aktiv istifadə eləyirlər və çox süni intellekt deyəndə bizim ağlımıza ancaq gəlir ChatGPT, bir də ora bəzilərinin ancaq gündəlik ailə məişət verdiyi suallarına və orada aldığı cavablara ağıllarına gəlir, amma əslində elə deyil. Bu süni intellektin belə deyək də istifadəsinin üçün süni intellekt bunun üçün nəzərdə tutulmuyub. Yəni süni intellektin Eynən, istifadə düzgün imkanları istifadəsini genişdir. bilsələr, nəyə Bəli, yararlı olduğunu. bəli, bəli, bəli. Yəni süni intellekt düzgün istifadə olunduqda oradan çox şey öyrənmək olar. Haqlısınız. Ə, davam eləyəkmi? Elə davam edək. 16-cı Aha, sual var, 16-cı keçək. sualda. Keçək, nə 16-cı deyir sual burada? toplumun məşhur suallarındandır. Hı Hansı ki, hı. faiz, nisbət hissəsində. Bu sualı görəndə Burada yadımıza kim düşür? kim düşürmüş? Səncə kim düşə bilər? Mən unutmuşam deyəsən. Kim düşə bilər mənim Sənin bilmirəm. kimya müəllimin var idi. Bir məktəbdə olan kimya Müəllim, müəllimini çox nəzərdə üzr tutmuram. istəyirəm. Şəmistan müəllim, təbii ki, burada da Bəli, bəli, Şəmistan bəli, müəllim. bəli. Buradan Salam olsun. bütün Respublikanın tanıdığı Kimya vadisinin məşhur müəllimi Şəmistan və müəllim. bəli, bəli, bütün Respublikanın tanıdığı Şəmstan müəllimə salamlar olsun. E, Bəli, bizə kimyanı e, sevdirən müəllim. Bəli, düzdür. Gülüstan, üzr istəyirəm, Güləndam. Güləndam sonra fikrini dəyişdi. Əvvəl Şəmstan müəllimdən başlasa da, sonra Güləndamın informatika sevgisi, kimya Daha sevgisi, üstə çıxdı. kimya sevgisinin üstünə çıxdı deyə. Ona görə Güləndam kimya müəllimlə sağollaşdı, Şəmstan müəllimlə və Bəli. informatikaya üst tutdu. Amma kimya Amma da bu o maraqlı demək deyil fəndir. ki, kimyanı unutmuşam. İndi həll eləyəcəm buradan Şəmistan müəllimə bir deyirəm görə. Buyur, buyur Güləndam, de gəlsin. Bəli, bizə deyir ki, 2% duz məhlulundakı suyun 40 qramı buxarlandıqdan sonra duzluluğu 2,5% oldu. Məhluldakı duzun kütləsini tapın. Burada əsas məsələ nədir? Nəyə diqqət etməliyik? Buxarlanan sudur. Yəni Hı hı, məhlulun əvvəlki halında da, sonrakı halında da suyu buxarlandırdıqdan sonra duz dəyişmir. Yəni duz miqdarı əvvəl nə qədər idisə, çünki biz duzlu təkcə suyu buxarlandırırıq da. Şərtdə bizə deyir ki, suyu buxarlandırdıqdan sonra 40 qram suyu. Yəni məhlulun tərkibindəki duz nə qədər idisə, əvvəldə də, sonrada da eyni olacaq. Burada əsas nöqtə budur. Yəni buna fikir verməliyik və bunun üzərindən də məsələ irəliləyəcək. hı hı, Və məhlulun miqdarını nəzərə alsaq, M1 deyə qeyd edəsək, birinci halda M1 bərabərdir. hı hı. Məhlulun miqdarını bilmirik. Onu X deyə adlandırsaq, X üstə gəlsin 40-a. Bu birinci halda məhlulun ümumi miqdarıdır. Aha. Daha sonra bizə deyir ki, 40 qram su, daha doğrusu su buxarlandıqdan sonra. Bunu da M2 ilə işarələsək, 40 qram suyu buxarlandırdıqdan sonra qalan məhlul X olacaq. Hı hı. Və bizə deyir ki, şərtdə ilk halda, yəni birinci halda 40 qram suyu buxarlandırmamışdan əvvəl 2% duz məhlulu var idi burada. 2% duz məhlulu nə deməkdir? Ümumi məhlulun 2% duza bərabərdir. İndi biz birinci haldakı məhluldakı duzu tapmaq üçün D1 deyə işarələyək onu. Həmin tamam. Hə, D1 deyə işarələsək, D1 bərabər olacaq. Məhlulun 2%-ni tapmalıyıq təbii ki. X üstə gəlsin 40, vurulsun 2, bölünsün 100-ə. Və Sıfırdan ikinci yüzde iki. halda, Hı hı. bəli, və ikinci halda da D2 ilə işarələsək, D2 bərabərdir
x vurulsun 2,5 bölünsün 100 olacaq. Hı hı. Və bayaq da qeyd etdiyim kimi, burada əsas məsələ indi bunu tapandan sonra biz duzun miqdarını necə tapa bilərik? Əsas Hı məsələ hı. o idi ki, əvvəldə də, sonrada da duzun miqdarı dəyişmir. Duzun faiz oranı dəyişə bilər. Niyə? Çünki 40 qram suyu biz buxarlandırırıq axı. Yəni məhlulun ümumi miqdarı dəyişdiyi üçün duzun faizi də dəyişir. Amma duzun Yəni duz öz miqdarlarını miqdarı bərabər dəyişmir. eləməliyik də. Yəni D1 D2-yə bərabər olmalıdır. Əvvəl sonraya bərabər olacaq. Bəli, Əla. bunları da Hı bir-birinə hı. bərabərləşdirsək, Hı hı. x də gəlsin 40, vurulsun 2 bölünsün. Elə bölünsün 100 şəklində yazın. Çünki oradan yüzlər ixtisar gedəcək də rahat. Uşaqlar Tamam. onu görsün. Bəli. Bərabərdir x vurulsun 2,5 bölünsün 100. Hı hı. Buradan da yüzlər ixtisar gedir. X-i hesablayıb tapsaq 160 alacaq cavabı. X vurulsun 2,5 bəli. 2,5 160 x-dan alaraq. 2x çıxarsa, bəli, x bərabərdir 160 olacaq. Hı Və burada hı. məsələ bitmir. Bizim bu tapdığımız x duzun miqdarı deyil. Buna nəzər yetirək. Tapdığımız x sadəcə məhlulun miqdarıdır. Və bizdən Hı hı. şərtdə duzun kütləsini istəyir. Duzun kütləsini tapmaq istəyiriksə, Ya duzun D1-də kütləsini ya D2-də yerinə şərləmişik. qoyaq. Bəli. Hı Yerinə hı. qoyaq hansısa birində. Elə aşağıda yerinə qoysaq 160 vurulsun 2,5 bölünsün 100. Hı Oradan da hı. cavab çıxacaq 4 olacaq cavab. Hı hı. 4 Əla. qram duzun kütləsi. Hı hı. Deməli Şəmsdə müəllimin izah elədiklərini unutmamısan. Bəli, unutmamışam. Lap yaxşı. Əla. Maraqlı izah edim. Eyni, amma bu tipli Şəmsdən suallarda diqqət yetirsinlər mütləq şəkildə. hə, Çünki uşaqlar bunu çox qarışdırırlar. Duzun miqdarı dəyişmir uşaqlar. Su buxarlandıqdan sonra su buxarlanır orada. Duz bəli, buxarlanmır bəli, heç bəli. vaxt unutmayın bunu. Bu xırda E, incəlikləri də nəzərə çatdırdığına görə həm sənə, həm də Şəmsdən müəllimə təşəkkür edirik ki, bu sağ olun. bölməni yaxşı öyrədibdi. Həm riyazi nöqteyi nəzərdən, həm də kimya nöqteyi nəzərdən. Davam edək 17-ci sualla. Nə deyir 17-ci sualda bizə? Deyir ki, 8-ə böldükdə qalıqda 6, 12-yə böldükdə qalıqda 10, 18-ə böldükdə qalıqda 16 alınan ən kiçik natural ədədin rəqəmləri cəmini tapın. Bu maraqlı Aha. tipli suallardan biridir. Səhv eləmirəmsə, toplu dəyişdikdən sonra bu tipli bir sual əlavə olunub yeni topluya. Köhnə Məncə topluda əvvəldə var idi axı. Toplu bu dəfə yenilənibdi. Ə, bəli. yəni təzə toplular informatikada da oldu, bu il riyaziyyatda da oldu. Aha. Məncə əvvəl də var idi bu tipli bir sual. Səhv xatırlamıramsa. Ya da ola bilər səhv xatırlamış da ola bilərəm. Çünki mən uzun müddət riyaziyyatla məşğul Bizim olmuram. müddətimizdə olan topluda, 2023-cün toplusunda bu tipli sual yox idi. Mən səhv eləmirəmsə, yəni görməmişəm mən. Amma yeni bu Hmm. toplu çıxdı. 2 dəfə arda-arda yeni toplu çıxdı axı mənim. O yeni toplularda olmalı bu tipdə sual. Bu il Çünki biz bu il də uşaqlara yenilənibdi də işlətmişdik. səhv eləmirəmsə. Riyaziyyat topluları da yenilənibdi. Eynən 2 dəfə yenilənmə oldu. Bir Hmm. axırıncı yenilənmədə 9 ilə 11-ci sinifləri ayırdılar bir-birindən Hı hı. və məncə də yaxşı eləyiblər. Çünki 9-un proqramı ilə 11-in proqramı eyni deyil. Bəli, İstərsəniz son bəli. misalların qarşılaşmasından ayrı olması daha yaxşıdır. Düzdür. İndi keçək sualın izahına. Burada deyir 8-ə böldükdə qalıqda 6, 12-yə böldükdə qalıqda 10, 18-ə böldükdə qalıqda 16 alınan ən kiçik natural ədədin rəqəmləri cəmini tapın. Hı hı. Burada uşaqların natural ədədlərə gedir çıxır bu sual. Uşaqların ağlına ilk növbədə əşyob tapmaq gəlir və haqlıdırlar. Amma Hı bir şey hı. diqqət yetirmək lazımdır. Deyir ki, 8-ə böldükdə qalıqda 6 alınır, 12-yə böldükdə qalıqda 10, 18-ə böldükdə qalıqda 16. Bu sualın diqqət yetirilməli olan nöqtəsi odur ki, bölünənlə qalıq arasındakı fərq hər üç misalda da eynidir. Yəni 8-ə böldükdə qalıqda 6 alınır. Fərqlərə baxsaq, aradakı fərqlərə, 8-dən 6-nı çıxsaq 2 qalır. 12-dən 10-u çıxsaq, yenə 2 qalır. 18-dən 16-nı çıxsaq, yenə də 2 qalacaq. Burada indi demək istədiyim nədir? Ora gətirəcəm məsələni. Yəni bu o deməkdir ki, biz qalığın üzərinə bir dənə də 2 əlavə eləsəydik, əslində tam bölünəcəkdi də. Yəni qalıq qalmayacaqdı, düzdür? Hı hı. Həmçinin digər misallarda da qalıq 10 qalıb. Ədədin üzərinə 2 əlavə eləsəydik, əslində 12-yə tam bölünəcəkdi, qalıq qalmayacaq. Hı hı. İndi biz Maraqlı buradan hara yanaşmadır. gələcəyik? Eynən. İndi biz buradan gəlməli olduğumuz nöqtə, biz ədədi bilmirik də, ədədi n-lə işarə eləsək, n-in üzərinə 2 gəlsək, bu ədəd aldığımız ədəd. Bu 3 ədədə də, yəni 8-ə də, 12-yə də, 18-ə də tam bölünəcək. Çünki niyə dedik, bizim çatışmayan ədədimiz 2-dir də. 2 üzərinə gəlsək, onsuz da tam bölünəcək. Onda yəni Biz deyir bu ki, üç sən belə ədədə də eləyəsən. əkyob Əkyob tapacağıq. tapasan.
Hı Bəli, hı. çünki əkob tapsaq içinə də olsa tam bölünən ədədi tapmış olacağıq. İçinə də Hı tam hı. bölünən ədədi tapıb n plus 2-yə bərabər eləyəcəyik. 8, 12 və 18-i əkob tapsaq, əkobumuz Burada da 72 olacaq. Yəni hər tamam. üçünə bölünən ən kiçik bölünən. Hı 72 hı. olacaq. Yəni n plus 2-ni də 72-yə bərabər eləyəcəyik. Bayaq dediyim kimi, bizim çatmayan ədədimiz 2-dir. Yəni 2 əlavə eləsək, onsuz da tam bölünəcək bu üç ədədə də. Yəni 72-yə bərabər olacaq. İndi də 70 tapdıq. Deməli, bu yerinə də qoyub yoxlasaq, həqiqətən 70-i 8-ə böldükdə qalıqda 6, 12-yə böldükdə qalıqda 10, 18-ə böldükdə isə qalıqda 16 alınacaq. Ən kiçik natural Hı. ədədimizi də tapdıq. İndi rəqəmləri cəmini istəyir. 7 üstə gəlsin 0, elə 7 eləyəcək A bənd. Əla. Çox gözəl yanaşmaydı. Uşaqlar başa Bunun düşdü. Bu maraqlı sualdır həqiqətən və hə, yanaşmanı uşaqlar dərk eləməsələr, növbəti dəfə bu sualı yenə qarşılaşsalar yaza bilməyəcəklər. Onu dərk eləməlidirlər ki, tam başa düşsünlər. Üzərinə Məncə biraz dərk düşüb işləyib. etmələri üçün nə etmək lazımdır? Ümumiyyətlə uşaqların indi adi mən informatikada da görürəm, analitik düşüncə qabiliyyətləri, yəni məntiqi mühakimə eləmə qabiliyyətləri çox zəifdir və bunun inkişafı üçün hazır model tipləri həll edə bilirlər. Amma hazır modeldən biraz standartlardan kənara çıxsa, məsələn, tutaq ki, bu Eynən. sualı belə versəydi, qalıqları eyni versəydi, onda uşaqlar məncə daha rahat həll eləyərdilər. Çünki hamısı Əlbəttə məşğulun ki, tapıb. biraz fərqlilik araya qarışan kimi uşaqların ağlı qarışır. Hə. Hı. Bir də bu sualın mən səhv xatırlamıramsa, burada qalıqlar fərqlidir. 6 qalıq, 10 qalıq, 16 qalıq, amma yenə də maraqlı bir yanaşma var idi. Qalıqlar eyni olan halı deyəsən topluda var idi. Yenə də deyirəm, mən artıq riyaziyyatla bir müddətdir məşğul olmuram deyə. Bəli, Ə, bəli. Köhnə topluda qalıqların eyni olan halı ola bilər, amma yeni topluda bu variantda bir sual var. Yəni qalıqların hə, fərqli olduğu. Uşaqlar tamam. həm də müxtəlif materiallara baxsalar yaxşı olar. Yəni biraz fərqlilik görsünlər, öyrəşməsinlər eyni. Çünki biraz ortaya deyirəm də mürəkkəblik qatanda uşaqlar belə qalır ki, mən bu sualı necə Baş işləyim? qalırlar, bəli. Yəni, bu sualımızda deyir ki, hadisədə 72 olan iki natural ədədin cəminin mümkün ən kiçik qiymətini tapın. Çox bəsit sualdır. Hı -hı. Hadisədə 72 olan iki natural ədəd götürək. A vurulsun B bərabərdir 72 yazaq və Hı bizdən -hı. AB cəminin mümkün olan ən kiçik qiymətini istəyir. Biz bilirik ki, 72-ni almaq üçün biri 72-yə vura bilərik Hı natural -hı. ədədlərdən. 36-nı 2-yə vura bilərik. 36-nı 2-yə vura bilərik, bəli. 24-ü Daha 3-ə sonra vura bilərik. bəli. Sonra Ə, 18-i yəqin ki 4-ə vura bilərik. Məncə Aha, elə daha sonra bunlardır. Bir də 9-u 9-u bir də 9-u 8-ə vura bilərik. 8-ə vura bilərik. Bir Bəli də və cəminin 12-ni, mümkün olan bir də ən 10, kiçik bir qiymətini dənəsi də istəyir. qaldı. 12 6 da var da, eləmi? Bəli, bəli, 12-6 da var. Başqa məncə Ə, yoxdur. Hə. yox, ancaq bu qədərdir. Yerini dəyişməyə ehtiyac yoxdur, çünki AB cəminin mümkün olan ən kiçik qiymətini istəyir. Başqa bir Bəli. şərt olsaydı yerini dəyişməyi də nəzərə alardıq. İndi AB Onda cəminin mümkün ən kiçik qiymətini istəyir bizdən. Bu toplananlara baxsaq, ən kiçik qiymət 9 üstə gəlsin 8-də alınacaq təbii ki. bəli. O da necə 17 cavabı. Hı. Əla. Daha sual idi. Bəli, onu 19-da deyirəm də, yəni çox burada çətin sual yoxdur. 1-2 biraz mürəkkəbləşdirilmiş sual var. O da analitik düşüncə lazımdır bəli. istəyən kimi. Uşaqlar biraz məntiqli yürütsələr rahat işləyə bilərlər. ABC üçbucağında AB bərabərdir 5-ə, BC bərabərdir 7-yə. Burada ABC üçbucağını çəkək istəyirsiniz. Çəkək. Aha. Hı -hı. Deyir ki, bucaq ABC onun ən böyük bucağıdır. Burada tərəflərin üçbucağın AC tərəfinin ala biləcəyi tam qiymətlərin cəmini istəyir. Üçbucaq Bucaq bərabərsizliyindən bərabərsizliyindən təbii ki, istifadə istifadə eləyək. eləyəcəyik. Bəli. AC tərəfini X deyə adlandırsaq, üçbucaq bərabərsizliyinə görə bilirik ki, üçüncü Üçüncü tərəf tərəf digər iki tərəfin fərqindən fərqini. böyüklü, cəmindən isə kiçik olmalıdır. Yəni Hı 2 -hı. və 12 arasında yerləşməlidir. Amma bundan sonra bir şeyə də mütləq şəkildə diqqət eləməliyik. Bizə Hı deyir -hı. ki, ABC bucağı ən böyük bucaqdır. Və biz bilirik ki, ən böyük bucaq qarşısında duran tərəf digər tərəflərdən mütləq şəkildə böyük olmalıdır. Yəni ən böyük tərəf də elə o tərəf olmalıdır. Yəni x Biz həm də bunu 7-dən nəzərə böyük. almasaq, bəli, x-in 7-dən böyük olduğunu nəzərə almasaq, onda 2 və 12 aralığında bütün ədədləri toplayarıq və təbii ki, düzgün cavabı Bəli. ala 3-dən bilmərik. 11-ə qədər ədədləri cəmləyəndə problem olacaq. Cavab, yəni ola bilər Eyni. variantlarda həmin cavab olsun, amma düzdür. Ya maraqlı yanaşma idi.
Eynən, buna diqqət yetirməliyik və iki şərti də nəzərə alsaq, x 7-dən böyük, 12-dən kiçik olmalıdır. 8 üstə gəlsin 9, üstünə gəlsin 10 və 11-in cəmini tapacağıq. Hı -hı. Bu da nə eləyər? Burada da cavab eləyəcək 20, 30, 38. 38. Bəli, Əla, B B. variantı. Doğrudur. Keçək 20-ci suala. 20-ci sualda bizə deyir ki, ABC üçbucağında bucaq ASB bərabərdir 90 dərəcəyə, AC bərabərdir 4-ə və BC 8-ə bərabərdir. Üçbucağı burada çəksək, mənim zəhmət olmasa çəksək. Bucaqlı üç bucaq deyir də deyəsən, eləmi? ASB, Aha, ASB. C-də. Düzbucağı qeyd Hı eləsək və bizə deyir ki, AC tərəfi 4-dür, BC tərəfi isə 8-dir. Düzbucaqlı üçbucağın qaydasından istifadə edib hipotenuzu tapa bilərik, yəni AB-ni. Burada -hı. AB bərabər olacaq. AC-nin kvadratı üstə gəlsin CB-nin kvadratı. Bu bizim bildiyimiz məşhur qaydadır. Bəli. O da eləyəcək 16 üstə gəlsin 64. Yəni kök altında 80, kök altında 80-dən də çıxacaq 4 kök altında 5. Bəli. AB tərəfini biz tapdıq ki, 4 kök altında 5. Və bizə deyir ki, tangens bucaq CAB. Tangens bucaq CAB-nin kosinus bucaq CBA-ya nisbətini istəyir bizdən. Bu Tangens SAB ilə bucaq bir alfa CAB. ilə işarə eləyək. Buranı da Eynən, bir mən də beta onu ilə deyəcəm. işarə Buranı da eləyək beta ki, ilə işarə eləyək. Onda rahat olsun. tangens alfanı tapsaq, tangens alfa Bizdən bizə nəyə bunu istəyirdi. bərabərdir? Hı Qaydaları, -hı. bəli. İndi hissə-hissə geçsək, tangens alfa bərabərdir. Hı Hansı ki, -hı. qarşı katet bölünsün bitişik katetə. Alfa Evet. bucağının qarşısında duran katet 8 bölünsün bitişik katetimiz, yəni AC 4. Buradan cavab alınacaq 2. İndi Hı kosinus -hı. betaya baxaq. Kosinus Hı -hı. betanın şərti necə idi? Bitişik katet bölünsün hipotenuz. Bunları uşaqlar Hı -hı. yaxşı şəkildə bilməlidir ki, təbii ki, bu tərəf qaydalarını düzgün şəkildə yaza bilsinlər. Buradan da olacaq 2 bölünsün kök altında 5. O da eləyəcək 2 kök altında 5 bölünsün 5. Hə, Ya da elə bu məxrəci şəkildə saxlayıb rasionallıqdan yerinə azad qoyaq. eləsək. Mən belə Yuxarıda elə saxladım yazaq. ki, Sağ ixtisar eləyəndə gələcəm. onsuz da cavab Bəli. elə bir 2 böl bu olanda olacaq belə də. Mən ona görə məxrəci Belənək, rasionallıqdan azad bəli. eləmədim. O da eləyəcək kök altında 5 belənək yerinə qoysaq. Cavab Y variantı. Bəli, əla. Bu da rahat sualdır. Məncə uşaqların rahat işləyə biləcəyi Hə, tipdə bu sual. topluda kifayət qədər olan sual nümunəsidir. Eynən, öyrəşiblər uşaqlar Yəqin artıq ki, suallara. bu ifadəni kvadrata yüksəldəcəklər. Yox, burada elə eləməyəcəklər. Bunu həm kvadrata işlətdiniz, bunun sizə ehtiyac lazım olacaq bizə. Tamam, onda Eee, belə eləyək. Birbaşa düsturdan istifadə eləyək də. Biz bu ifadəni almaq üçün e, A kvadratı plus B kvadratın A minus B şəklində ifadə edib oradan cavab almalıyıq da. A onda belə kvadratı plus B kvadratı bərabərdir. A minus B-nin kvadratı aha. çıxılsın. Daha doğrusu üstə Yəni gəlsin 2AB. a kvadrat plus b kvadratı bərabərdir a minus A b-nin minus B-nin kvadratı kvadratı. plus Ümumiyyətlə bu tipli 2ab. suallarda uşaqlar fikir verin ki, bu şərt bizə elə belə verilməyib. Biz bundan istifadə eləməliyik. Yəni A minus B bərabər 5 şərtindən bərabərdir. Biz istifadə eləməliyik. Yəni onu verilmiş misalda yaratmalıyıq, yaratmağa çalışmalıyıq. Burada da düsturu Hı. bizə verilən şərtə görə uyğunlaşdırsaq, müəllimin də yazdığı kimi 2AB-ni 18 tapacaq. Heç AB-ni tapmağa gərək yoxdur, çünki onsuz da düsturda 2AB bizə Bizə lazım 2ab olacaq. lazımdır. Bəli, bəli, doğrudur. İndi bizə soruşulan ifadəni tapsaq, A plus B-nin kvadratını, bunu da yazacağıq. Atsaq, A kvadratı plus 2AB plus B kvadratı bilirik ki, Belə yaza bilərikmi? A minus b-nin kvadratı plus 4ab kimi. o şəkildə də yaza bilərik. Amma bizə verilənlərə uyğunlaşdıraq, uşaqlar ona uyğun yazsın. Siz 2ab-ni deyən kimi də tapmışıq. təbii ki, yaza bilərik. Bilsən niyə görə? Yəni sən dediyin halda yazaram. Bu ifadə onsuz da var. AB-ni də tapmışıq deyə. Bəli, iki Belə halda da dəfə yazmaq təbii ki, mümkündür. Siz deyən aha. kimi də yazmaq olar. Və yaxud da uşaqlar öyrəşib axı bunu olduğu kimi Hı açmağa, A -hı. kvadrat plus 2AB plus B kvadratı şəklində açmağa Hı düstur olduğu -hı. kimi. Hə, O oradan a şəkildə də kvadrat plus yazıb, b kvadratı olduğuna görə, hə, belə deyirsən də. bəli, A Deyirsən ki, kvadratı hə, bəli, bəli, bu daha rahat olar, bəli. A bəli, kvadrat plus b kvadrat plus 2ab plus yazarıq. 2AB, A kvadrat 43 plus B var kvadrat burada. zaten bizə şərtdə verilib 43, üstə gəlsin 18, bəli. Bəli, 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 əla. Hər iki Olur. halda da cavabımız da doğru olacaq. İki yanaşma da Bəli. doğrudur. Aha, əla.
22. Bu da rahat 22-ci sual. sualdır. Tənasib Sadə oxşuyur. hesablama sualıdır. 0-dan dövrdə Evet. 7-ni atacağıq. 9-da 7 kimi qeyd eləyəcəyik. 9-da 7 bölünsün x bərabərdir. Qarışıq kəsridə düzgün olmayan kəsrləri çevirəcəyik. O da eləyəcək 3-də 5 bölünsün 7-də 18. Kənar Bilirik ki, hədlərin hasili. bəli, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni x vurulsun 3-də 5 bərabərdir. 7-də 18 vurulsun 9-da 7-yə. Buradan Burada da da ixtisarlar 7-lər var. ixtisarlara aparsaq, 7 gedəcək, 18 ilə də 9 ixtisar olunacaq, 2-yə bərabər olacaq ifadə. X-i də tapsaq, bu da eləyəcək 6 bölünsün 5. Bir onda 2 Bu da eləyər də yəqin ki. 1,2-yə bərabər olacaq. Bəli, A variantı. Doğru. Maraqlı. 23-cü sual. 23-cü sualda Aha. topluda olan məşhur, köhnə topluda da var idi, yeni topluda da hazırda var, məşhur suallardandır. Uşaqlar buna daha çox bu şəkildə yanaşırlar ki, qalığı aparıb M-in yerinə qoyurlar. Bu daha rahat Aha. gəlir. Həm də daha sürətli hesablayırlar da bununla. Çünki imtahanda Aha. bizə deyirik də vaxt bölgüsü önəmlidir. Ən rahat Aha. şəkildə ala biləcəyimiz yolla işləyək sualları. M Ne natural dedik? ədədini 8-ə böldükdə qalıqda 5 alınır. M kvadrat Aha. üstə gəlsin 5M üstə gəlsin 29 ədədini 8-ə böldükdə qalıqda neçə alınır? M-i 8-ə böldükdə bilirik ki, qalıqda 5 alınır. Onda ifadəni tək-tək 8-ə bölsək, Məsələn, deyək e, ki, x düşür, qalıqda 5 alınır. bəli, qalıqda 5 alınır. M kvadratı plus 5M plus 29-u ümumilikdə 8-ə bölək, bir dənə zəhmət olmasa. Aha. 5M, mənim zəhmət. Sorry, üzr istəyirəm. Və ifadəni toplananları təbii ki, tək-tək biz 8-ə bölə bilərik. Bunu bilirik. Uşaqlar da bilir yəqin ki, 5M-i də 8-ə bölsək və 29-u da 8-ə bölsək. Biz indi bilirik ki, M-i 8-ə böldükdə qalıqda 5 alınır. M kvadratını da 8-ə böldükdə, deməli, qalıqda, yəni 5-in qalıqda 5 almamışdıq. 5-in kvadratını alacaq, 25-i. Amma o 25, yəni qalıqda qalan o 25 8-in özünə bölünür. Hələ də bölünür. Yəni ən son tam ədəd almayana kimi biz o bölmə əməlini yerinə yetirməliyik. 25-i də 8-ə bölünəndə, bəli, Buradakı qalığı götürməliyik də yəqin ki. aha, Aha, 25-i 8-ə bölsək 3 düşər, bir qalıq qalar. bəli, qalıq 1 qalacaq. Yuxarıda da yenə 5M bölünsün 8 ifadəsində də M-in biz bilirik ki, M-i 8-ə böldükdə qalıqda 5 alınır. 5-i 5-ə vursaq 25, 25-i 8-ə böldükdə qalıqda yenə 1 alınacaq. Amma bu bölmə işləmin axıra kimi davam elətdirməliyik uşaqlar. Yəni ta ki tam hissə alınmayana kimi də, yəni orada qalığı biz sıfırlayana kimi belə deyək. 29-u 8-ə böldükdə tam hissədə 3 düşər, yəqin ki. 5 qalıq bəli, qalar da. qalacaq, yenə qalıq qalacaq 5. İndi bunları toplasaq cavab eləyəcək 7. 8-ə böldükdə qalıqda da təbii ki 7 alınacaq. Əgər aldığımız cavab 8-dən böyük olsaydı, yenə 8-ə böləcəkdik, qalıqda alınan cavabı qalıq deyə qeyd edəcəkdik. Aha, əla. Bəs buna belə baxsaq, misal üçün, məsələn, mən bu M ədədini 8-ə böldükdə qalıqda 5 alınır. M böl 8, mən qisməti düşünsəm 1 qalığı 5 Hər və hansı bir ədəd qoyub, bəli, onlar bu yanaşmada da olur. 8, 5, 13 desəm, 13 desəm və belə hesablasam, eyni nəticəni ala bilərəmmi? Təbii ki, eyni nəticə alınacaq. Fərq eləmir. Şərt ödəndikdən sonra misalın davamında biz cavabı yenə 13 deyə qeyd edəcək. Sadəcə bu şəkildə qeyd edən də rəqəm qoyanda vaxtımız çox gedəcək. Onun üçün ən rahat qısa şəkildə uşaqlara bu qısa yolu öyrədirik ki, bu şəkildə davam eləsinlər, yazsınlar və cavabı daha sürətli şəkildə. Onsuz da eyni nəticədir. 169-u 8-ə böləndə 21 düşür, 1 qalıq qalır. 65-i 8-ə böləndə 8 düşür, 1 qalıq qalır. 29-u da 8-ə böləndə 3 düşür, 5 qalıq qalır. Nəticə etibarı ilə Yenə cavab 7 yenə də eyni cavab olur. Bəli, doğrudur. Hansı üsul kimə rahatsa ikisindən də istifadə edə bilərik. Bəli. 24-cü sualda 24-cü sual. 24-cü sual kökaltı ifadələr mövzusuna toxunur və burada iki qat radikallar var. Əslində qəşəng sualdır. Bu sualı bəyəndim. Sualı qeyd eləsək,
Bəli. Buradakı ifadə var ha. Bu 8 kök altında 6 ifadəsi. Məncə Eynən, bunu mən də iki elə o ifadə ifadəyə toxunmaq. fərqinin kvadratı kimi yaza bilərik və burada da 8 kök altda 24 ilə bunu əlaqələndirmək olar bəlkə də. İndi dəqiq bilmirəm, sual haqqında bir fikrim yoxdur. Bu Necə suala eləyə bilərik? baxanda biz Hı hı, yadımızdadsa, əgər kökaltı ifadələr uşaqlar keçiblərsə, hı hı, orada iki qat radikallar hissəsi var, mövzusu var. İki qat radikallarda biz kökün altında ifadə yaratmağa çalışırıq. Kökün hı altında bu iki kök altında nəsə yaratmağa hı, hı. çalışırıq. Bunu yəqin ki, uşaqlar Yə- yaxşı bilirlər. Yəni belə deyək də, biz yaratmalıyıq a kvadrat minus 2ab plus b kvadratı şəklində bir ifadə. Yəqin ki, bunu Aha. nəzərdə tutursan da. İndi Bəli, əgər hansı biz buradan 8 kök altında 6-nı minusa bunu 2 vuraq, 4 vuraq kök altında 6 kimi yazsaq, eynən ə, və 4-ü də kök altına salsaq, 16 vurulsun aha, 6 kimi, elə o bil da buranı eləyəcək 4-ün 96. kvadratı, buranı da kök altında 6-nın kvadratı kimi düşünsək, yəni bu ifadə əslində 4 çıx kök altında 6-nın kvadratının açılışıdır. Eynən. Razıyıqmı? Çünki 16, Bəli. 6, 22 çıx 8 kök altında 6. Onda elə biz bu ifadədən, yəni bu 8 plus kök altında 24 ifadəsindən bunu da sadələşdirsək, buradan bu da elə bir biz 2-ni çıxartsaq bu mötərizənin içərisindən mötərizə xaricinə 4 üstə gələk kök altında 6. Bir də bu da Aha. kök altında 4 çıx kök altında 6-nın kvadratı deməkdir də. Bəli, o Və kvadratlar kvadrat onsuz da da köklə bəli. gedəcək. 4 plus kök altında 6 vurulsun 4 minus kök altında 6. 6. Bu da müxtəsər vurma düsturuna görə kvadratlar fərqinin açılışıdır da. 4-ün kvadratı çıxaq kök altında 6-nın Bunun kvadratı kvadratı. deməkdir. O da 16. eləyəcək 16 çıxılsın 6. Onun içini də ona vuracağıq 20. Hı hı. Allah, bu da maraqlı sual idi. Həqiqətən də maraqlı sualdır. 25. Bunun daha belə mürəkkəb versiyaları da topluda olmalıdır, səhv eləmirəmsə. Yəni biraz düşündürücü versiyaları da 24-cü olmalıdır. sualın. Bəli, bəli Bəli. var. Kökaltı ifadələrdə ümumiyyətlə çox qəşəng sualları var. Hə. Hansı ki, Həm oxşarlıq biraz yaradıb çarpıcı, bəli, işləməli. çarpıcı məqamlar da var orada. Bəli, bu da Hı qəşəng sual idi 24-cü sual. hı. 25-ci sualda neyniyək? Məşhur boru hovuz məsələlərindən. Boş hovuz bir boru ilə 6 saatda dolur deyir. İkinci Hı boru hı. ilə isə tam dolu hovuz 6 saatda boşalır. Su ilə tam dolu hovuzda ikinci borunu açdıqda 2 saat sonra birinci borunu da açdılar. Hovuz neçə saatda dolar? Burada biz bilirik ki, bir borunu əgər açırıqsa, 1 saat ərzində həmin boru altda bir hissəsini dolduracaq hovuzun. Onda birinci borudan danışırıqsa, birinci Bəli. boru 1 saata işin Altda bir 6-da hissəsini 1 verəcək. hissəsini doldurur. Bura Bəli. plus qoydum ki, yəni doldurur. Aha, İkinci boru ikinci boru haqqında. isə boşaldır və 1 Hı saat hı. işləsə, 1 saat ərzində ikinci borumuz hovuzun 8-də 1 hissəsini boşaltmış olacaq. Hı hı. Çünki Burada 1 minus saat deyək ki, işləyir. boşaldır, bəli. Bəli. Və bizə deyir ki, su ilə tam dolu hovuzda ikinci borunu açdıqdan 2 saat sonra Aha. birinci borunu da açdılar. Deməli, ikinci boru açılıb. Artıq 2 saatdır ikinci boru işləyir, düzdür? Hı Bu hı. deməkdir ki, ikinci boru artıq 8-də 2 hissəsini Boşaldır. boşaldıb. Yəni çünki Hı hı. ikinci boru Hı boşaltmaq hı. vəzifəsində daşıyır. Hı hı. 8-də 2 ixtisar eləsək, yəni 4də 1 hissəsi artıq hovuzun boşalıb deməkdir. Hı Qalan hı. hissəsi, dolu olan hissəsi də 4də 3 hissəsidir təbii ki. 4də 1 hissəsi Aha. boşalsa, 4də 3 hissəsi dolu olmuş olur. Hı Və hı. bizə deyir ki, 2 saat sonra birinci borunu da açdılar. Hı hı. Biz bir dənə qeyd eləyək ki, 8-də ikinci boru 8-də 2 hissəsini işləyib. Yəni bu da deməkdir ki, 4də 1 hissəsi Yəni bu hovuz boşaldı. doludursa, ə, belə nəzərdə tutaq da, bunun fərz eləyək ki, bu 8-də 2 hissəsi, yəni bu 4də 1 hissəsi boşalıbdır. 4də 1 hissəsi boş. Bizə indi Aha, o 4də 1 hissəsinin dolması lazımdır təbii ki. Bu 2 aha. saat bitdikdən sonra birinci borunu da açırlar və birinci Hı boru hı. bilirik ki, doldurma işini görəcək bizim Hı üçün. hı. 2 saat Aha. bitdikdən sonra birinci borunu da açırlar. O birinci boruda işləməyə başlayır. Görə indi birinci boru
1 saat ərzində bayaq dediyim nə qədər işləyəcək? Altda bir hissəsini görəcək də, düzdür? Hı Amma bu 1 saat ərzində nəzərinizə yetirin ki, həm birinci boru, həm də ikinci boru işləyəcək. hı. Yəni birinci boru bir yandan doldurmağa çalışarkən, ikinci boru da bir yandan boşaldacaq. Onda bunların Onda hər ikisinin bir ikisini saata nəzərə alsaq, gördüyü işi bəli, ortaq hesablayaq da. Yəni 6-da 6-da 1-dən 1-dən 8-də 1-i çıxar. 8-də 1-ə. Bu O da deyilər, ortaq məxrəcə gətirsək 24, 24 olar. 24, Burada da 4-dən də olacaq. 3-ünü çıxarıq sürətdə. O da eləyir Aha, 24-də 1. Yəni 1 saat ərzində 2 saatdan sonra davamında 1 saat ərzində hər iki borun görəcəyi iş 24-də 1 olacaq. aha, ikisinin bir saata gördüyü iş. Aha. Aha. Və Onda bizə biz deyir ki, hovuz bəli, e, bizdən sadə istəyir. Hovuz neçə saatda dolar? bir saata ikisi birlikdə işləyəndə 24-də biri də olursa, biz bu 24-də biri 4-də 1-in içərisində neçədən 24-də 1 olduğunu hesablamalıyıq da. Yəni Və nətər yaxud da hesablayaq? saatı tapmaq üçün Hı biz hı. bilmirik də. Saatı elə T ilə işarə eləsək, Hı hı. Tənasib bura nə həll qədər eləyə saat işlə bilməliyikmi? Desək ki, bir saata 24-də 1-in doldururlarsa, Aha, yəni ikisi X birlikdə saata. işləyəndə, neçə saata 4-də 1-in doldurarlar? Düzdür? Aha, bəli. Aha. Buradan da 4-də 1-i bölərik 24-də 1-ə, yəni vurarıq 24-də də. 6 saat 24-də eləməz. o da yeyəcək 6 saat. Bəli. Hovuz deməli 6 saata dolarmış. Aha. Burada da cavabımız oldu 6. Amma burada hələ 6 saat olmalıdır burada cavab. 2 saat borun aç 2 saat. Burada maraqlı hissə odur ki, hovuz neçə saatda dolar deyil və hovuz əvvəldən 2 saat onsuz da borular açıq qalıb. Biz o 2 saatı Burada nəzərə almalıyıqmı, yoxsa almamalıyıqmı? Mən belə şərtin biraz ağlım qarışdı. dəqiqliyə ehtiyacı var. Çünki hə, şərtdə elə mənim də diqqətimi o cəlb elədi. Yəqin ki, 2 saatdan sonra neçə saata dolar nəzərdə tutubdu. Burada bir cümlənin əvvəlinə bundan sonra hovuz neçə saata dolar yazsaydı, o Sual daha yaxşı biraz olardı. Amma qeyri-dəqiqdir. nəzərə alaq ki, o 2 saatda hovuz onsuz da dolu olub. Müəyyən bir həddə boşalıb da ondan sonra dolmanı nəzərdə tutur. Elə 6 saat ən məntiqli cavab olar burada. Doğrudur müəllim. Aha. Ümid edirəm uşaqlar da 6 saat deyə qeyd eləyiblər. İnşallah ki, elə qeyd Mən ediblər. olsam çünki ağlım qarışardı. 6-mı qeyd edeyim, 8-mi qeyd edeyim və böyük ehtimal 8 qeyd eləyərdim öz adıma danışım. Düşünəndə Amma inşallah hovuz dolu olub da əvvəlcə. Doludan boşalıb. O 2 saat onun boşalma vaxtıdır. Yəni tam dolu olma vəziyyətini soruşursa 6 saat götürmək daha məntiqlidir. bəlkə də haqlısınız müəllim. Sonra nə Ə, deyir bizə? Burada bizə İki iki düz xətlə paralel. üçüncü düz xətlə kəsişmə paralel, bəli. A Hı və -hı. B xətlərini paralel verib, qamma bucağın 70 dərəcə, beta bucağın isə 150 dərəcə verib və bu şərtlər daxilində alfa bucağının dərəcə ölçüsünü istəyir. Hı -hı. Bu əslində bəsitdir, qaydadır. Bizim Səhv bildiyimiz eləmirəmsə, indi mənim yadımda qalanı deyim, bircə dəqiqə üzr bəli, istəyirəm. Ə, buyurun, buyurun müəllim. bu əgər bura alfa idisə, bura beta idisə, burada qamma idisə, qamma Bəli, bərabər idi alfa üstəgələk betaya. Düz xatırlayıram. bəli müəllim, düz xatırlayırsınız. Və yaxud da Aha. belə eləyə bilərik ki, Hı -hı. mən bir dənə yazmağa çalışım, ümid edirəm yaza bilərəm. Hı -hı. Biz buranın alfa, beta, qamma istifadə olunub. Burada bilirik ki, alfadır. Bura Aha. hansısa bir sigma desək, yaza bilməyəcəm mən. X, Y Siz ilə mənim şərt yerimi deyil ki, o cür işarələyəsən. X ilə işarələ, Y ilə işarələ. Aha, bura bir x desək, onda beta bucağı bilirik ki, burada beta bucağı olacaq bu hissə. Hı -hı, bəli. Və bizim belə bir şərtimiz də var idi ki, x üstə gəlsin, qamma üstə gəlsin, beta bucağı 360 dərəcəyə bərabər olmalıdır. Həm müəllimin dediyi yoldan istifadə edə bilərsiniz, həm də mən deyən yoldan istifadə edib 360 dərəcəyə bərabər eləyib Hı -hı. buradan alfa bucağını tapa bilərsiniz. X-i tapdıqdan sonra onsuz da bilirik ki, x ilə alfanın cəmi 180 dərəcəyə bərabər olmalıdır. Bunların cəmi neçə dərəcə idi? 360 dərəcəyə bərabər olmalıdır. Aha. Buradan da qamma ilə beta 220 dərəcədir də deyəsən, eləmi? 170, 150, 70, 220-dirsə, Aha. 360 dərəcədə buradadırsa, x-ə nə tapırıq? 140 dərəcə. 140 dərəcə. Aha, x 140-dırsa, onda qonşu bucaqlardan da 180, alfa da bərabərdir. 180 çıxaq 140 da. Bəli, o Düzdür? da olacaq.
Bəli, doğrudur. Alfa bucağını Və istiyor yaxud da belə siz 40 deyən dərəcə. yolla da işləyə bilərlər. Bəli, bəli, o Mantıqlıdır. üsulla da istifadə edə bilərlər. Deməli, belə. Ə, yəni, mən dediyimi də gəlin yazaq. Ə, yəni, buranı sıfırlayaq. Deməli, mənim dediyim üsulda uşaqlar, belə də əgər bura alfadırsa, bura da alfadır. Bura betadırsa, burada bir sigmadır tutaq ki. Əgər belə deyək də, biz deməliyik ki, alfa üstəgələk sigma bu bərabərdir qammaya. Əgər bu beta 150 dərəcədirsə, bura 30 dərəcədir. Bura 70 dərəcədirsə, onda burada 40 dərəcə 40 olmalıdır. Yəni dərəcə nəticə olacaq. etibarı ilə yenə də biz alfaya Alfa 40 yenə dərəcə 40 ala dərəcəyə bilirik. bura Bəli. hər şərtdən də istifadə edib həll eləmək olar. Aha. Sonra 27-də nə deyir bizə? Uyğun tərəfləri Ənənəvi perpendikullar olan, bəli, bu Hı məşhur -hı. suallar. Uyğun olan A və alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edin deyir. Biz Ümumiyyətlə uyğun bilirik ki, uyğun tərəflərin tərəfləri perpendikulyar bucaqlar bəli, haqqında bizə nə deyirdi? Ya bir-birinə bərabərdir deyirdi. bəli, ya bir-birlərinə bərabərdir, ya da cəmləri 180 dərəcəyə bərabər Bəli. olmalıdır. Onda birə nə uyğun gələr burada? Bir əgər alfa 42 dərəcəyə bərabərdirsə, bir-birlərinə bərabər şərtində beta da 42 dərəcəyə bərabər olacaq. Yəni 1-ə Y uyğun olacaq. Və yaxud da cəmi 180 dərəcəyə bərabərdirsə, 180-dən 42-ni çıxacağıq, 138 dərəcəyə bərabər olacaq beta bucağı. Bəli. 1-ə 7 deyə bilərik. İkinciyə baxsaq, üçüncü bizim üçün daha rahat olacaq. Alfa bərabərdir 136 dərəcəyə. Alfa Hı. 136 dərəcədirsə, ya beta da 136 olmalıdır ki, bu şərt yoxdur. Ya da ki, 180-dən 136 dərəcəni çıxmalıyıq. 44 dərəcə. Bu da eləyəcək 44 dərəcə, bəli. Hı. Və alfa çıxısının 74 dərəcə bərabərdir betaya. Biz dedik ki, Deməli, ya alfa betaya bərabər olmalıdır, ya da ki, alfa və betanın cəmi 180 dərəcəyə bərabər olmalıdır. Nəzər yetirsək, bərabər ola bilməz yəqin ki, çünki bəli, alfa ilə çünki betanın alfadan fərqi betanın çıxanda 74-dür. 74-ə bərabər verib burada fərqi. Hı Onda -hı. hər ikisinin cəminin 180 dərəcə olmasını nəzərə alaq. Hı Kənarda -hı. qeyd eləsək ki, alfa plus beta bərabərdir 180 dərəcəyə. Hı -hı. Alfa da bərabərdir 180 dərəcə çıxılsın betaya. Elə bəlkə betanı gətirib Onda yerinə qoyaq. Alfa üstə o gələk. şəkildə də olar təbii ki. Alfa çıxılsın 74 bərabərdir 180 dərəcə. 2 2 alfa alfa bərabərdir bərabərdir. 254-ə. Alfa da Bəli, alfa da bərabərdir bərabərdir. 127 dərəcə. Bəli, Aha, alfa 127 dərəcədirsə, onda beta da 53 dərəcə olacaq da. bəli, burada uyğun gəlir B variantı. Yəni B variantı uyğun gələcək. 1, Uyğunluq 7, 2, sualıdır və 5. rahat sualdır. Yəqin ki, uşaqlar da bunu rahatlıqla işləyiblər deyə düşünürəm. Məncə də rahat yaza bilərlər 27-ci sualı. Eyni. Sonra nə Keçək var növbəti burada? sualımıza. Keçək. Növbəti sualımız yenə məhlul Aha, sualıymış. bir, Düz və məhlul. bir daha Uşaqların sevimli Şəmistə müəllimə sualları. salam. Bir daha salam olsun Şəmistə müəllimə. Bu sualda bizə nə deyir? Deyir ki, 20 kiloqram 8% duz məhlulu ilə 25 kiloqram 4% duz məhlulunu qarışdırıb üzərinə də 5 kiloqram su əlavə ediblər. Deməli, bizim birinci məhlulumuz M1-dir. M1 20 kiloqrama bərabərdir. Yəni M1-in biz tərkibindəki, bəli, aha. Ə, M1-in tərkibindəki duzu tapmaq istəsək və duzun faizini də verib bizə 8%-li. Onu da D1 ilə işarələsək, 20-nin 8%-ni təbii ki, tapmalıyıq. 20 vurulsun 8, bölünsün 100. yəni O 1/6-sı da da. eləyir 1/6. 1/6 Hı -hı. kiloqram deməli, birinci məhlulun tərkibində duz var imiş. Sadəcə duzun miqdarıdır bu. İkinci məhlulumuz 25 kiloqramdır özdə verdiyi kimi və Hı ikinci -hı. məhlulun tərkibində deyir ki, 4% duz var. İndi ikinci Hı -hı. məhlulun tərkibindəki duzu D2 ilə işarələyib orada tapsaq, 25-in 4%-ni tapmalıyıq təbii ki. 25 vurulsun 4 bölünsün 100. Buradan Hı -hı. alırıq 1 kiloqram. Hı Və -hı. bizə sonda deyir ki, bu iki məhlulu qarışdırıb üzərinə 5 kiloqram da su əlavə edirlər. Onda M1 ilə Yəni M2-ni toplayaq, üzərinə də 5 kiloqram su əlavə eləyək. Yəni 20 üstə gəlsin 25, üstə gəlsin 5. Əlavə etdikdə neçə faiz duz məhlulu alınır? Burada əsas məqam nədir? Uşaqlar nəzərə yetirməlidirlər ki, tərkibindəki duz dəyişmir. Hər ikisi də bir məhlul alırlar da, düzdür? Yəni birinci məhlulla ikinci məhlulu qarışdırırlar, üzərinə də 5 kiloqram su əlavə edirlər. Bu tərkibindəki duz nə azalmır, nə də artmır.
Yəni D1 ilə D2 olduğu kimi qalanacaq və toplanacaq. Ümumilikdə 2,6 kiloqram bildik ki, duz var tərkiblərində. Hı. Deyir ki, bu ümumi məhlulun neçə faizi duz məhlulu alınır ümumidən? Bu da Tapdıq ki, belə ümumi isə 50 kiloqram məhlulumuz var. Bəli. hı. Həll olan İndi tapaq ki, maddəni 2,6 kiloqram duz ümumi məhlulun neçə faizdir? Bunu tapmalıyıq. Yəni 2,6-nı böləcəyik 50-yə, vuracağıq 100-ə. yəni Yəni həll olan 2,6-yı ümumiyə vuracağıq bölüb 2-yə. 100-ə vurarıq da, Bəli. bəli. Bu da Bu da 5,2. eləyəcək 5,2. Bəli. 5,2 faizli duz məhluluymuş deməli. Bəli. Doğru. Bu da Bu da maraqlı, amma həm getdik. də bu digər məhlul məsələsinə görə daha rahat sualdır. Digəri ilə müqayisədə bəli, bu çox rahat idi. Yəni əvvəlki birinci ilə müqayisədə. Neynəmək? 29. 29-cu sual yavaş-yavaş sona yaxınlaşırıq. Bəli, Bəli. uzunluğu 72 sm olan AD parçası B və C nöqtələri ilə 2, 3, 4 nisbətində 3 hissəyə bölünür. Deməli, Hı -hı. AB bölünsün BC bölünsün CD nisbətini bizə verib 2, 3, 4. Bunu da K Hı ilə -hı. adlandırsaq, 2K, 3K, 4K nisbətində bölünür. Və deyir Yəni ki, uzunluğu 72 belə sm. böldük. 2K, 3K, 4K bu şəkildə. Bəli. Və Aha. deyir ki, AD parçasının ümumi uzunluğu 72 sm-dir. Deməli, bu Hı -hı. K-ların cəmi 72-yə bərabərdir. Yəni 2K, 3K, 4K-nın toplamı 72-yə bərabərdir. Oradan da K-nı tapırıq 8. Hı -hı. Və bizə şərtdə deyir ki, AB və CD parçalarının orta nöqtələri arasındakı məsafəni tapın. AB parçası bilirik ki, 2K-dır. AB parçasının orta nöqtəsi təbii ki, tam yarıdan bölünəcək K və KD-yə. Hı Və -hı. CD parçasının orta nöqtəsinə də 2K düşəcək. Hı -hı. Orta nöqtələri arasındakı məsafəni istəyir. Buna mütləq şəkildə diqqət eləyək. Yəni parçanın üzərində işləyək. K üstəgəlsin 3K, üstəgəlsin 2K. Bu da eləyəcək 6K. bizə, verəcək 6K. 6K-nı da K-nı yerinə qoyanda eləyəcək 6 vurulsun 8, yəni 48. Məsafədə 48 sm-ymiş. Bəli, çox doğrudur. Bu da çox bəsit, rahat sualdır. Bəli. Həqiqətən dediyim kimi çox çətin bir sual görmədim mən bunlar arasında. Rahat suallardır hamısı. Aha, bir isbat sualı. Gəldiyi məşhur uşaqların sevimli isbat sualları. Sevimli yoxsa sevmədiyim? Sevimli mi? Məcazi Sevimli. mənada sevimli. Ha, deməli belə. Neyniyək? Burada bir bucaq çəkək. Bəli, şərti birinci oxuyaq. Deyir ki, üçbucağın uzunluqları A və B olan iki medianı qarşılıqlı perpendikulyardırsa, üçüncü medianın uzunluğunun kök altında A kvadrat plus B kvadratı olduğunu isbat edin. Deməli, bu Ee, olsun bir medianı, bu da olsun digər medianı. Medianlar perpendikulyardır, yəni 90 perpendikulyar. dərəcəli bucaq altında kəsişirlər. Tamam. Nə deyə bilərik Medianlar medianlar barəsində haqqında? bildiyimiz xassələri yadımıza salaq. Hı Bilirik ki, hı, medianlar ağırlıq mərkəzində kəsişirlər. Biz hı ağırlıq hı, mərkəzini qeyd eləsək orada hı hı. CD-yə. Aha. Və bilirik ki, medianlar ağırlıq mərkəzində 3-ün 2-yə, daha doğrusu 2-nin 1-ə nisbətində bölünürlər. 2-nin 1-ə nisbətində bölünürlərsə, yəni Bəli. məsələn bura 3-də 2A-dırsa, bura 3-də 1A Burada olacaq olacaq. 3-də 1A. Bəli. Bura Digər 3-də 2 medianımızı da B görsək, olacaqsa, burada olacaq bu da olacaq 3-də 1 3-də B. 1 B. Aha. Onda biz Və neyniyək? fikir versək, burada düzbucaqlı üçbucaq yaranır. Yəni Biz baxın, üçüncü medianı da çəkək. e, gəlin bu üçbucağı mən bir dənə belə, bir dənə düzbucaq, üçbucaq olduğunu vurğulayaq burada, düzdürmü? Bəli. Aha. Və istəyirsə Və üçüncü medianımızı da çəkək, uşaqlar onu da aha. görsünlər. Biz üçüncü Üçüncü medianın medianda uzunluğunu gəlib tapmalıyıq. digər rəngdən çəkirəm ki, bir balaca fərqlənsin. Bu da bizim üçüncü medianımız olsun. Tamam. Bəli. Aha. İndi Sonra biz bu düzbucaqlı üçbucaqdan istifadə edək. Katetlərin düz bucaqlı üst kvadratları bucağı mən cəmindən. indi şərti olaraq, yəni söhbət buradakı düz bucaqlı üst bucaqdan gedir. Mən bunu Aha. şərt olaraq digər tərəfdən çəkirəm. Ə, Hə, daha rahat uşaqlar deməli, görsünlər. bəli, 3-də 2 A bir katetidir. 3-də 2, 3-də 1 B, 3-də 2 B-də bir katetidir. Onda biz hipotenuza baxsaq, C bərabərdir kök altında 9-da 4 A kvadratı plus 9-da 4 B kvadratı alarıq da. Buradan da 9-da 4-ü mötərizə xaricinə çıxartsaq, 3-də 2 vurulsun. Kök altında A kvadratı plus B kvadratı alarıq. Və Bəli. bu da 3-də 2 Ə, vurulsun. Kök altında A kvadrat plus Kök B altında kvadratı. B kvadratını unutmuşuz müəllim. Hə, burada
Hə, tamam. Şeylər. Əla. Hə. Biz buranı bildik. Aha, indi bu yaşıl xəttlə çəkilən medianın uzunluğunun a kvadrat plus b kvadrat olduğunu nətər isbat eləyək? İndi bunu isbat eləmək üçün düzbucaqlı üçbucaqdakı xassələrə nəzər yetirməliyik. Hı -hı. Eee, Biz bilirik ki, düzbucaqlı üçbucaqda çəkilən median, bu uzun Hı median üçüncü medianımız. Həmçinin bu -hı. düzbucaqlı üçbucağın da medianıdır. Bunu bilirik. Bəli. Bəli, düzbucaqlı üçbucaqda çəkilmiş median Hı. katetlərin hasilinin yarısına bərabərdir. Ee, Elə eləsək biraz bizi çətinə salar. Bəlkə hipotenuzun yarısına deyək. Hə, o Katetlər şəkildə halının qalır. yarısının mediana bərabər olduğu halı Ay, üzrlü sayın. Allah xatırlamıram. qarışdırmayın. Yəni belə deyirdik də Hipotenuzun yarısına bərabərdir. Bəli. hə, düzbucaqlı üçbucaqda əgər bura mediandırsa, bura M-dirsə, bura S-dirsə, M bərabərdir, S bölünsün 2 deyirdik də. Yəni hipotenuzun yarısı deyirdik. Düzdür? Bəli, bəli. Onda biz bu üçdə birlik ümumi üçdə birlik hissəyə uyğun gəlir də bu. Düzdür? Yəni bu median. Eynən. Mən birinci bu Və biz hissəni bilirik ki, tapsam, ümumi medianımızın uzunluğu ora 1/3-dirsə, digər hissəyə 3/2 qalır. onda məndə hipotenuz budursa, yəni mən buranı gəlib, M-i gəlib tapsam, M bərabər olacaq 3də 2 A kvadrat plus B kvadratın yarısı. Yəni vurulsun 2də 1. Yəni Bəli. buradan bura qədər olan hissə 3də 1 kök altında A kvadrat plus B kvadrat verir bizə. Yəni bu hissədən Aha. söhbət gedir. Əgər Bəli. bura 3də 1 kök altında A kvadrat plus B kvadratdırsa, onda burada Digər 3də 2 hissədə hissədə olmalıdır da. Düzdürmü? bəli, 3də 2 A kvadrat plus B kvadrat. Onda elə ümumi bu medianın uzunluğu bizə kök altında A kvadrat plus B plus kvadratın b verir də. kvadratını verir. Buradan Mən da biraz bəli, çox qarışıq insanı yazmış izah oldum. eləmişəm. Bilmirəm indi uşaqlara aydın olacaq yoxsa yox. Düşünürəm ki, aydın olar. Məncə də aydın olar. Sadəcə ilk növbədə yada salmalı, üstündən bir də keçək. İlk növbədə yada salmalı olduğumuz medianın xassəsidir, hansı ki 3-ün 1-ə, 2-nin 1-ə 2-nin 1-ə nisbətində bölünür. nisbətində Yəni ağırlıq mərkəzi 2-nin 1-ə nisbətində bəli, bölünür. Bunu dedik. Və sonra bir də eee, düzbucaqlı üçbucaqda medianın nəyə bərabər olduğunu xatırladıq ki, düzbucaqlı bəli, üçbucaqda hipotenuzun median yarısına bərabər. hipotenuzun yarısına bərabərdir və o şəkildə isbat elədik ki, Bəli, bu həmin iki şərtdən düzbucaqlı istifadə üçbucağın, edib gedişata bəli, görə isbat eləmək olar. bəli, düzbucaqlı üçbucağın medianı, ümumi üçbucağın da, böyük üçbucağın da medianı olduğuna görə həmin düzbucaqlı üçbucaqdakı hissə 3də 1-lik hissəyə, yəni 1 nisbətə uyğun gəlirdisə, digər tərəfdən də 2 nisbət götürüb tamamladıq və kök altında A kvadrat plus B kvadrat olduğunu dedik. Dost, mən bir Bəli, balaca qarışıq yazdım. İnşallah ki, uşaqlara aydın olar. aydın olar Belə. məncə. Şərtləri də yenidən təkrarladıq. Bəli. Belə riyaziyyat suallarının da səninlə bir yerdə sonuna gəldik. Təşəkkür edirəm sənə. Mən Bu sizə təşəkkür gözəl edirəm. Mənimlə izahlar bərabər izah üçün. verdiyiniz üçün. Çox əla izah edirsən. İzah qabiliyyətin çox əladır. Çox sağ olun İnşallah bəyim. ki, mən əminəm ki, sənin şagirdin olacaq şəxslər çox şanslıdırlar ki, sənin kimi bir müəllimləri olacaq. Çünki hər Var bir olasınız mənim. detalı xırdalığına qədər izah edirsən, nitqin çox aydındır, aydın şəkildə izah edirsən, başa düşülən şəkildə izah edirsən. Ə, Ümidvaram ki, yəni uğurlu bir müəllim kimi tələbələrin uğruna imza atasan, xeyrisi ilə İnşallah inşallah mənim gələcəkdə. sizin davamçınız olmaq Hə, diləyinə mən hələ də o inşallah uğurlu bir mesajı yerə gələrəm. saxlayıram. Hə, Güləndə bir daha xatırladıram ki, ə, həmişə o belə deyək də biz abituriyentimiz olduğu dövrdə ə, indi belə yekəxanalıq kimi çıxmasın. Məni özünə rol model seçmişdi. Mənim kimi bir müəllim olmaq istəyirdi. Mən bundan fəxr eləyə bilərəm ancaq. Yəni əgər Bəli, bir şagirdin, bir abituriyentin rol modeli oluruqsa, bunun özü bizim üçün çox böyük bir şeydir. İnşallah ki, xeyrisi ilə yaxşı olar. Sənə gələcək fəaliyyətində uğur arzulayıram. mən Biz sizə də çox bir müəllim təşəkkür kimi. edirəm. Çünki bir müəllim olmaq həqiqətən təkcə öyrətməkdən ibarət deyil, insan olmağı bacarmaq lazımdır. Siz həm insan kimi, həm də ki, bir müəllim kimi ideal Təşəkkür birisiniz edirəm. məncə. Gözümdə eləsiz. İnşallah mən də sizin kimi bir müəllim ola bilərəm. İnşallah xeyrisi ilə, inşallah ki, hər şey yaxşı olar. Bir daha uğurlar arzulayıram sənə İnşallah bu gün mən. vaxt ayırdığın üçün. Bu duet Siz sağ olun məni izahımızda, düzdür, çağırdınız. duet izah olmadı. Sənin əziyyətin çox oldu, sən izah elədin. Yox, mənim İnşallah sizə ki, çox kömək oldunuz mənə. abituriyentlərimizə də faydalı olar. Abituriyentlərimiz də İnşallah.
Kanalımıza dəstək məqsədi ilə bizim videoları izləyə bilərlər, bəyənib paylaşa bilərlər ki, digər Videolarda davamı abituriyentlərində gəlsin. bəli, bu kontentdən xəbər olsun və videolarımızın da ardı bu şəkildə gəlsin. Başqa İnşallah bir mənim. sözün varsa Güləndam, buyur. Abituriyentlərimizə deyə biləcəyin sözün varsa denən və bu Mən də günlük bu abituriyentlər video uğurlar izahımızı arzulayıram. yekunlaşdıraq. İnşallah bundan bu sınavdan da, bundan sonrakı sınavlardan da yüksək nəticələr əldə edərlər, istədikləri universitetə qəbul olarlar, ixtisasa qəbul olarlar. Bu şəkildə. Aha, inşallah xeyirlisi ilə. Oldu o zaman. Sağollaşırıq Tamam sizlə. müəllim. Hələlik. Sağ ol Güləndam bir daha. Bəli, sağ olun. Sağ ol. Sağ olun.